Salam, hər vaxtınız xeyir əziz dinləyicilər. Society of Chemical Engineers podkast kanalına xoş gəlmisiniz. Yeni mövsümün ilk podkastında yenə də ənənəvi olaraq kimya mühəndisliyi ətrafında danışacağıq və bununla yanaşı müsahibimizin müvafiq olaraq karyer imkanları və müxtəlif sahələrdən danışacağıq. Bunun üçün müsahibimiz Fidan Aslanovadır. Elə ən yaxşısı təfərrüatları özündən işləyək. Salam hər kəsə. Mən Fidan Aslanova. 2022-ci ildə Bakı Ali Neft Məktəbindən kimya mühəndisliyi ixtisası üzrə məzun olmuşam. Elə həmin il, yəni universitetin məzun olduğum il Gənc İstedadlar proqramının pilot layihəsi üzrə SOCAR Elmi Tədqiqat və Layihə İnstitutunda Piping Design inженер kimi işə başlamışam. Bundan sonra təxminən 10 ay oradan çalışdıqdan sonra SOCAR Downstreamdə əməliyyatların mükəmməlliyi üzrə mütəxəssis pozisiyasına gəldim və bu il biznes mükəmməlliyi üzrə aparıcı mütəxəssis pozisiyasına yüksəldim. Amma böyük ehtimalla siz məni LinkedIn-dəki paylaşımlarından tanıyırsınız. Çünki mən düşünürəm ki, Azərbaycanın əsas gəlir yeri, ölkə olaraq əsas gəlir yeri neft-qaz sahəsi olsa belə insanların bu mövzudakı maarifləndirilməsi o qədər də güclü deyil. Ona görə də bacardığım qədər çalışıram ki, bu mövzuda paylaşımlar eləyim. İstər yenilənə bilən enerji, istər ənənəvi enerji metodları üzrə insanları daha da maarifləndirək. Çox gözəl müqəddimə ilə başladınız. Artıq bir təsəvvür yarandı. Bəli. Kimya mühəndisliyindən başladınız. Bir onu soruşmaq istəyirəm ki, kimya mühəndisliyi ixtisasını seçməkdə sizi nə şərtləndirdi, yəni bunu seçmək üçün? Əslində bu məncə kimya mühəndisliyi ixtisası seçənlərin ilkin yanılğısı deyə bilərik buna. Çünki biz məktəbdə kimya fənnini sevəndə düşünürük ki, kimya fənninə oxşar ixtisaslardan biri də kimya mühəndisliyidir. Mən də bu yanılğını yaşamışdım. Mən məktəbdən sevdiyim fənn kimya fənni idi, çünki mən həmin müəllimimi çox sevirdim və ona görə də həmin vaxt Azərbaycanda Bakı Ali Neft Məktəbi ən yaxşı universitet kimi tanınırdı. Bu ikisini əlaqələndirəndə mənim üçün ən uyğun ixtisas da kimya mühəndisliyi oldu və bu ixtisası seçdim. Universitetə girəndən sonra düzdür mən gördüm ki, əslində kimya mühəndisliyi, hətta dünyada elə ona proses mühəndisliyi deyilir də çox yerdə. Yəni o daha fərqli bir ixtisasdır. Amma yenə də mən öz seçimimdən məmnunam. Çünki kimya mühəndisliyi o qədər geniş sahədir ki, burada sizin yönələ biləcəyiniz onlarla ixtisas sahəsi vardır. Kimya mühəndisliyinin müxtəlif tərəflərindən, çox şaxəli olmasından bir qədər sonra danışarıq. Amma istəyirəm indi elə sizin işinizdən danışaq. Belə bir sadə sualla, fundamental sualla başlamaq istəyirəm ki, işinizin adı nədir? İşimin hal-hazırda adı biznes mükəmməlliyi üzrə aparıcı mütəxəssisdir. Yəni amma bu iş SOCAR Downstreamdədir. Yəni neft-qaz sahəsində baş verən proseslərdə biznesi biz necə yaxşılaşdıra bilərik? Çünki istənilən şirkətin əsas prinsipi daha çox pul qazanmaqdır, biznesi daha uğurlu strategiya üzərində qurmaqdır. Bizim də işimiz ondan ibarətdir ki, bəs bu sektorda biz nəyi yaxşılaşdıra bilərik? Yəni bilirsiniz ki, yəqin ki, SOCAR Downstream Azərbaycanda bütün downstream proyektlərini birləşdirən bir layihədir. Yəni bura neft emalı zavodu, Azərkimyadakı zavodlar, Qaradağda yerləşən zavodlara aiddir. Bütün bu zavodlarda nəyi daha yaxşı eləyə bilərik? Hansı prosesləri daha yaxşılaşdıra bilərik ki, daha çox gəlir əldə edə bilək və biznesi daha düzgün strategiya üzrə quraq. Bu bizim işimizin əsas təməlidir. Sual bir növ ümumi xarakter daşıdı məncə. İstəyirəm ki, təfərrüatlara varaq, daha maraqlı məqamlar ortaya çıxsın. Yaxşı, onda bəs bu kimya mühəndisliyindən sizin bu sözü gedən işinizə keçid necə baş tutdu? Əslində burada mən öz karyeramın dönüş nöqtəsi deyə bilərəm, harda oldu. Mən universiteti bitənlərə yaxın İBATEK-də o vaxt adı ABB Tek Akademiyadır da ora. Orada Product Owner layihəsində qəbul olundum 100% təqaüdlə və artıq bu ərəfələrdə mən işə də başlayırdım. Həmin ərəfələr çox üst-üstə düşdü bir-biri ilə. Mən artıq iş təklifinə hə demişdim. Hətta yəni mən oradan məzun olanda artıq onsuz da işləyirdim və bu prosesdə mən gördüm ki, mənə layihə idarə etmələri maraqlı gəlir. Orada elə bil mən yeni bir mərhələni kəşf elədim ki, bu sahədə özümü daha uğurlu gördüm. Çünki mən ora kursa ilk gedəndə özümə çox güvənmirdim ki, mənim üçün çox uzaq sahədir. Çünki orada bankda işləyənlər falan var idi. Amma gördüm ki, zamanla mən o kursda ən çox fərqlənənlərdən biri idim və onda hiss elədim ki, bu sahəni özümə daha yaxın hiss eləyirəm ki, layihə idarə eləyim, bir təklif verim, o təşəbbüsü necə yaxşılaşdıra bilərik, onu düşünüm və beləcə yeni bir mərhələ mənim üçün açıldı. Ondan sonra artıq mən işdəki planım o idi ki, onsuz da bir müddət sonra layihələrin idarə olması hissəsinə keçim. Yəni ki, project management
dediyimiz sahəyə gedim və biz kursdan məzun olandan sonra biz kurs rəhbərliyi ilə görüşürdük ki, hansı iş imkanları haqqında danışaq, bir mentorship kimi görüşürdük. Onda mən demişdim ki, bəs mən bankda işləmək istəyirəm, çünki bu kursu bəyəndim. O isə mən demişdi ki, sənin ixtisasın mühəndislikdir də, çalış oradan çox uzaqlaşma. Yəni downstreamdəki işim mənə o ikisini birləşdirməyə kömək elədi ki, həm layihələri biz idarə eləyirik, yeni bir təşəbbüs veririk, onu necə şərtləndirə bilərik, nəyi dəyişə bilərik, nəyi yaxşılaşdıra bilərik, dünyada bu proses necə gedir, benchmarking eləyə bilərik, bunları düşünürük. Həm də bunların hamısı kimya mühəndisliyinə daxil olan bir sahə üzərindən olur. Ona görə də mənim üçün məsələn bu işin əsas xüsusiyyəti oldu ki, sevdiyim iki hissəni birləşdirə bildi özündə. O hissə çox maraqlıdır ki, yəni kimya mühəndisliyi tələbəsi ABB Tech Akademiyada product owner kimi. Bəli. Yəni, o necə oldu? Yəni siz əvvəlcədən bilirdiniz ki, layihə idarə etməsi marağınız var. Yəni o necə ortaya çıxdı o? Əslində burada çox yaxşı bir sualdır. Əslində heç mən düşünməmişdim bu haqqda. Siz soruşduqca mənim yadıma düşdü ki, mən həmin müddətdə karyera məsləhətçisi ilə görüşürdüm. Çünki mən universiteti bitirənə yaxın özüm əmin deyildim ki, mən nə istəyirəm. Yəni istəyirsiniz bu mövzunda danışım. Biz universitetdə oxuyanda, xüsusən də əgər siz qadın tələbəsinizsə, sizdə belə bir baskı üzərinizdə hiss edirsiniz ki, gözlənti odur ki, siz dənizdə işləyəsiniz və sübut eləyəsiniz ki, qadınlar bunu bacarar. Və bu ideologiya bizə o qədər çox yeridilmiş kimi olurdu ki, məsələn biz ən çox uğurlu mühəndis deyəndə biz düşünürdük ki, o mühəndis ki, dənizdə işləyir, o daha uğurludur. Və bu ideologiya artıq bir yerdən sonra o qədər bizim üçün belə prinsipial hal alırdı ki, biz artıq başlayırdıq fikirləşək, axı mən fiziki olaraq oranı istəyirəm ya yox, bunu elə bir sorğulamağa çalışırdıq. Yəni təzyiq edirsən. Bəli, necə təzyiq? Yəni bu heç kimsənin ged orada işlə demirdi. Sadəcə hiss eləyirdin ki, ona daha üstün baxılır və sən düşünürdün ki, onda digərləri daha aşağıdadır, elə görülür. Çünki elə bir obraz yaradılırdı. Məsələn, tutaq ki, əgər biz mühəndislikdə qadın uğurları deyə bir tədbir olurdu, sonra həmişə dənizdə işləyənlər gəlirdi. Məncə həqiqətən çox çətin bir işdir. Orada işləyən qadınlara məncə xüsusi hörmət olunmalıdır. Mən bundan tamamilə razıyam. Amma bu yanaşma o fikrə gətirməməlidir ki, digər mühəndislik sahələri müəyyən qədər kölgədə qalır. Yəni hamısının özünə uyğun çətinlikləri və yaxşı tərəfləri var və hər birinin özünə uyğun qatqıları vardı ümumi Azərbaycan iqtisadiyyatına. Deməli, bu fikirlərinə mən öz-özümə sual verirdim ki, ümumiyyətlə mən bu işi istəyirəm, mən dənizdə işləmək, yaxud ümumiyyətlə sahədə işləmək. Məsələn, biz təcrübə proqramlarına gedirdik, mən görürdüm ki, mən sahədə çox yoruluram. Oradakı iy, səs, məsələn, mənə çox fiziki olaraq yaxşı təsir eləmir. Və onda mən elə bil özüm bilmirdim ki, mən də nə edə bilərəm. Onda mən karyera məsləhətçisi ilə görüşürdüm. Bəlkə də o hələ də vardı. Azərbaycan məşğulluqla bağlı bir əmək və sosial dövlət proqramı idi. Həmin vaxt olan dövlət məşğulluqla bağlı bir idarənin təşkil etdiyi bir şey idi. Mən ora qoşulmuşdum. Onlarla biz karyera məsləhətçisi ilə görüşürdük və orada belə bir testlər falan eləmişdik və bu nəticəyə gəlmişdik ki, mənim sevdiyim sahəyə layihələr idarə olunmasıdır. Və o ərəfələrdə də mən elə ABB Tech Akademiyanı gördüm, oraya apply elədim, sonra da təqaüd tutdum, belə bir yolum şaxələndi. Ona görə də məsələn mən bunu dinləyən tələbələrə, ümumiyyətlə ola bilər ki, siz artıq işləyirsiniz, amma öz karyeranızda özünüzü tapdığınızı düşünmürsünüz. Məsləhət görərdim ki, karyera məsləhətçiləri ilə görüşün, sizin özünüzün potensialınızı harda daha çox reallaşdıra bilərsiniz, onu öyrənə bilərsiniz. Aydındır, təfərrüatlı cavaba görə təşəkkür edirəm. Siz də sağ olun. Fidan xanımı LinkedIn-dən xüsusilə izləyənlər bilirlər ki, Agile Thinker ifadəsi onun üçün yad deyil. İstəyirəm bunu ilk dəfə işlənənlər üçün izah edəsiniz və bu sizin üçün nə ifadə edir? Bəli, Agile ümumiyyətlə Azərbaycan dilinə çevik tərcümə olunur. Yəni bu o deməkdir ki, biz biri var ki, bir layihəni, istənilən bir işi waterfall deyilən bir metodologiya var. Bundan eləyirik. Necə olur? Bu şəlalə sözündən gəlib. Yəni proses başlayır və bitir. Necə ki, şəlalə yuxarıdan aşağı axır. Burada bir istiqamət vardır. Amma Agile-da isə proseslər daha çox circle-lar dediyimiz dairəvi şəkildə gedir. Yəni biz prosesi yoxlayırıq, bir dəfə problem çıxdısa, yeni bir circle-a başlayırıq. Yəni proses zəncirvari formada getdiyinə görə problemi biz ən sonda görmürük. Artıq ortada problemi görürük və ona görə onu daha tez həll edə bilirik. Yəni elə bunu da biz o vaxt Product Owner kursunda öyrənirdik. Agile düşüncə tərzi sadəcə bu sahəyə özəl deyildi, amma biz bunu hər yerdə tətbiq edə bilərik, öz həyatımızda tətbiq edə bilərik. Yəni məsələn də tutaq ki, biz bir seçim eləmişik, fikirləşirik ki, elə ixtisasdan danışırıq məsələn. İnsanlar 17 yaşında bir ixtisas seçimi üçün qərar verirlər və düşünürlər ki, bütün həyatlarını o ixtisasla davam etməlidirlər, çünki o vaxt bir qərar veriblər. Bir də var ki, daha agile düşünənlər düşünür ki, mən burada nəyi dəyişə bilərəm? Bu ixtisasın içində öz sevdiyim nəyi tapa bilərəm? Tamamilə ixtisasımı dəyişə bilərəm. Bu artıq agile düşüncədir. Daha çevik düşünürsən. Elə bil ki, sən düşünürsən ki, mən son nəticədəki, sondakı problemi görmədən ortadan qayıdım bəlkə. Bu bizim atalar sözlərində var, ziyanın yarısından qayıtmaq da xeyirlidir. Əslində bu elə o düşüncəyə oxşayır
oxşar bir şeydir ki, sən sadəcə daha çevik qərarlar verirsən və tez prosesi yeniləyirsən. Məsələn, bu əsasən mobil applikasiyalarda falan görə bilərik ki, çox tez-tez onlara yenilənmələr gəlir. Çünki onlarda o qədər yenilənir ki, bazarda hər şey, məsələn, tutaq ki, TikTokun dünyada yayılması, 1 milyard istifadəçiyə çatması çox qısa müddətdə olubdu. Yəni artıq o qədər bir sürət vardı ki, sən durub gözləyə bilmərsən ki, mənim 2 illik planım var, o plana uyğun gedək. Yəni sən sürətdən uyğunlaşan bir şeylər eləməlisən. Məsələn, TikTok məşhurlaşdı, sonra gördük ki, digər sosial şəbəkələrdə YouTube, Instagram götürdü, Reels formatını özünə də götürdü. Yəni düşünmədik ki, yox, mənim əvvəlki strategiyam, 10 illik strategiyam nədir? Ona sadiq qalım düşünmədik. Yeni bir şeyə tez adaptasiya olundu. Biz bu artıq həyatımıza da bunu gətiririk və bu artıq agile mentalitydir də, yəni ki, çevik düşünürük ki, bu hal-hazırdakı tendensiya nədir? Ona tez uyğunlaşım. Özümü tez tapım orada ki, hansı istiqamətin mənə uyğundur, ona istifadə edeyim. Bəs siz bu mövzuda konsultasiyalar keçirirsiniz? Yəni yoxsa necə? Bu mövzuda konsultasiyalar heç vaxt keçirməmişəm. Mən sadəcə məsələn tələbələrlə belə görüşlər şəklində olub ki, dəvət ediblər, belə çıxışa kimi iştirak eləmişəm. Bu mövzuda yox, konsultasiya keçmirəm. Onda bu mövzunu sadəcə, yəni bu ifadəni siz həyatınızda tətbiq edirsiniz və faydasını görürsüz. Yəni onu demək istəyirəm ki, həm də başqaları bundan faydalanırmı sizin sayənizdə? Siz buna vəsilə olursunuz ya da yox? Əslində bunu ilk olaraq öz həyatıma tətbiq etməyə başladım və işim gərəyi də əslində biz agile düşüncəni istifadə edirik, yeni nəyi dəyişə bilərik. Tutaq ki, biz yəni bu bir hard industry-dir də, neft-qaz sahəsi. Biz gedirik, deyirik ki, bu layihə olmayacaq. Çünki tutaq ki, bu quruya ziyan vura bilər, yüksək temperatur. Biz onda artıq demirik ki, olmayacaq ya da demirik ki, yox, olmalıdır. Biz artıq düşünürük, bəs nəyi dəyişə bilərik? Necə edəsək ziyan vurmaz? Yəni bu artıq əslində bizim işimizə tətbiq etdiyimiz bir düşüncədir. Yəni bizim işimizin həm də bu qurumdakı rolu odur ki, yeni düşüncə tərzi yaransın. Yəni bir mühəndis də artıq o şəkildə düşünsün ki, okey, bu olmayacaq. Necə eləsəm olar? Yaxud bu olmayacaqsa o deməkdir ki, bu heç vaxt olmayacaq. Nə vaxt ola bilər? Yəni fərqli suallar verməyə başlasın. Onda artıq bu düşüncə tərzi formalaşacaq. Yəni bunu məsələn mən indi işimdə tətbiq edirəm. Çalışıram məsələn LinkedIn-də falan yazdığım postlarda da bu yanaşmanı tətbiq eləyim ki, yəni yenilənir sənaye, o sənayeyə uyğunlaşmaq lazımdır. Aydındır. Mövzudan mövzuya keçmək kimi olmasın, amma söz verdiyimiz kimi kimya mühəndisliyi ətrafında da danışaq. Bəli, çünki danışaq. Xüsusilə kimya mühəndisliyi tələbələri bizə qulaq asır. Onlar üçün vacibdir bu məqamlar. Kimya mühəndisliyi çox şaxəli sahədir, bəli. Amma bunu hər kəs sanki dərk eləmir, fərqinə varmır. Elə gəlir ki, ancaq neft-qaz sahəsidir burada prioritet. Yəni istəyirəm ki, bunun çox tərəfli olmasını nümayiş edək tələbələr üçün. Okay. Birinci Azərbaycanda belə düşüncə vardı ki, neft-qaz sahəsinə çox yaxındır. Çünki dediyim kimi Azərbaycanda iqtisadiyyatın əsas hissəsini elə neft-qaz sənayesi təşkil eləyir. Ən böyük şirkətlər neft-qaz sənayesindədir. Ona görə də insanlar əsas buranı görürlər. Amma kimya mühəndisliyi həm də qida sənayesində vardı. Yəni kosmetik sənayedə vardı, dərman sənayesində vardı. Yaxud bu indi dediyim kimi, məsələn mənim işim kimi bu prosesləri yaxşılaşdıran, daha çox ofisdən bu işi görən adamlar vardı. Yaxud bu prosesləri dizayn edənlər vardı, bu avadanlıqları dizayn edənlər. Yəni ona görə də kimya mühəndisliyi çox genişdir. Laboratoriyada da işləyə bilər, məsələn bu ixtisasın məzunu yenilənə bilən enerji istehsal edən qurumlarda da işləyə bilər. Ənənəvi texnologiyaların istifadə olunduğu sahədə də ola bilər. Yəni çox genişdir, çox şaxəlidir və universitet proqramları da adətən hesablanır ki, fərqli mövzulardan qısa da olsa biraz məlumat verilsin. Məsələn biz universitet vaxtı biologiyaya yaxın bir fənn keçirdik. Məsələn orada məqsəd o idi ki, biz əgər bu sahəyə yönəlmək istəsək, onda nəyi bilməliyik? Onu da bir, yəni çox kiçik də trailer kimi deyək ki, bizə keçirdilər ki, bu sahədə belədir. Bura yönəlmək istəsən, onun dərinliyinə artıq sən magistratura falan təhsili üzrə gedə bilərsən. Və bunu da istəyirəm ki, sualın davamı olaraq, yəni tələbat mənasında və son vaxtlar xüsusilə süni intellekt bu mövzular dəbdədir. Sizdən bu mövzudan çox danışmayaq. Bu mövzuya nüfuz etmədən ondan danışaq ki, Azərbaycanda və xarici ölkələrdə kimya mühəndisliğinin tələbatı necə dəyişir? Sizin müşahidənizi öyrənmək maraqlı olar. Məncə Azərbaycanda hələ ki ənənəvi neft-qaz sənayesinə tələbat yenə də çoxdur. Çünki yəni məsələn yeni əsrin müqaviləsi 2050-ci ilə qədər bağlanıbdı. Böyük kompaniyaların Azərbaycanda 2050-yə qədər olmağı qarantilənibdi belə deyək. Bu o deməkdir ki, hələ 2050-yə qədər bu sənayedə yeni işlər olacaq, yeni neft-qaz yataqları araşdırılır, tapılır, bəziləri davam eləyir, yeni hasilat başlayır. Ona görə bu sahəyə daim
o cəhətdən yeriş olacaq. Amma eyni zamanda paralel olaraq Azərbaycanda hal-hazırda yenilənə bilən enerjiyə də yönəlir. Deməli bu sahəyə də artıq yeni tələbat yaranır. Qida sənayesi onsuz da həmişə insan var olduqca olacaq bir şeydir. Dərman sənayesi həmişə olacaq. Yəni bu sənayələr onsuz da vardı dünyada. Sadəcə Azərbaycanda hansı daha yaxşıdır desək, hansına yönəlməyi daha perspektivlidir desək, mənə elə gəlir ki, Azərbaycan üçün yenə də ən uğurlu sahə enerji sektorudur. Çünki enerji sektoru həm daha genişdir, həm də oradan məsələn dediyim kimi yenilənə bilənə məsələn yönəlmək daha asan ola bilər. Amma burada mən düşünürəm ki, insanlar individuallığını da qorumalıdır. Mən bunu bəzən tələbələrlə görüşəndə də deyirəm ki, məsələn universiteti bitirəndə tələbə düşünür ki, işə götürən məni seçir. Amma əslində sən də o işi seçirsən. Bu perspektivdən yanaşmaq lazımdır. Çünki iş elə bir yerdir ki, biz oradan başlayanda artıq karyeramız ona uyğun şəkillənməyə başlayır. Ona görə ilk hardan başladığını da önəmlidir ki, hardan da başlayırsan və o başladığın yer sənin öz istəklərinə nə qədər uyğundur. Yəni bəzi insanlar var ki, onlar üçün tutaq ki, yüksək gəlir önəmlidir, məsələn. Bəziləri üçün də yeni bir şeylər öyrənmək önəmlidir. Yaxud kimsə məsələn tutaq ki, həkim olmaq istəyib və olmayıb, onun üçün dərman sənayesinə getmək daha maraqlı ola bilər. Yəni ona görə insan gərək özünə uyğun olan karyera sahəsini seçsin. Hələ də ki, yəni kimya mühəndisliyi də onsuz da imkan genişdirsə, orada özünə uyğun tapmaq daha asandır. Sualdan sual çıxarmaq kimi səslənə bilər. Danışarkən belə bir ifadə qeyd etdiniz, enerji sektoruna bağlı. Bəli. Yəni yenilənə bilən enerji. Bəli. COP29 tədbirindən bu tərəfə demək olar ki, çox məşhurdur. Bəli. Yəni bu yeni işlərin görüləcəyi ilə bağlı elanlar paylaşılır, anonslar verilir. Bəs bu mənada işlər nə dərəcədə effektiv gedir və biz bunun təzahürünü, təlatümlərini harda görə bilərik? Əslində Yəni deyək ki, buyurun. iş gedir, başlayıblar, yenilənə bilən enerji sahəsində uğur əldə etmişik. Bunu demək mümkünmü hal-hazırda? Əslində Azərbaycanda yenilənə bilən enerji sahələrindən yəni daha çox günəş panellərindən istifadə olunmasını görmüşük. Yəni yolla gedəndə məsələn olur ki, biz harasa gedirik. Məsələn rayona falan gedəndə yolda görürük ki, günəş panelləri vardı, yaxud külək turbinləri vardı. Amma bu siz necə bir maraqlı tendensiyadır. Bu əslində dünyada da belədir. Mən bu sektordan maraqlanıb məqalələr falan oxuyanda da görürəm ki, dünyada da əgər bir ölkənin başqa enerji təminatçısı vardısa, onlar üçün o sahə o qədər maraqlı olmur. O sadəcə investisiya kimidir. Yəni bu gün məsələn Azərbaycan sudan enerji alır. Əsas bizim enerji aldığımız fossil fueldur. Bunu bəzi adamlar da bilir ki, biz əsas sudan alırıq. Əslində Azərbaycanda enerji daha çox bu elə bizim fossil fuel dediyimizdə neft, qaz, bu kimi vasitələrin yanmasından alınır. Onlar yanır, turbini işə salırlar və bu elektrik enerjisinə çevrilir. Məsələn, bu qədər bizim ehtiyacımız var ikən, bugün bu sahədə böyük bir işlərin görünməyi çox da olmayacaq bir ehtimalla. Çünki yəni onsuz da sənin enerji təminatın vardı. Sən durub yeni bir sahəyə pulu ona görə yatırırsan ki, gələcək nəsilləri düşünəsən də, bugünkü nəsil üçün onsuz da sən enerjini təmin edə bilirsən. Elə bu aspektdən yanaşanda, yəni mən düşünürəm ki, Azərbaycanda yeni investisiyalar qoyulur. Məsələn, Qarabağda böyük ərazilərdir və yeni işğaldan azad olunub. Oradakı planlarda vardı ki, bir neçə məsələn günəş enerjisi üçün olsun, külək üçün olsun. Yəni yenilənən sahələr başlayacaq, amma onların nəticəsini yaxın müddətdə görmək məncə o qədər də realistik deyil. Yəni bu sahələr olur, paralel olaraq istifadə olunur və zamanla artıq onlar gəlib bu enerji yerlərinin o qədər yaxınlaşacaq ki, onların yerini də tuta biləcək. Amma bu məsələn məncə bir 10 il ərzində falan olacaq bir proses olacaq. Nə vaxt ki, artıq bizdə enerjidə bir tranzitionu biz ehtiyacı hiss eləyəcəyik. O ehtiyac yarananda, yəni tələb təklif məsələsidir də. Yəni bizə hal-hazırda ənənəvi sektor təkliflər verirdi ya, bura tələb azalır. Haçan ki, yəni tələbat yüksələcək, onda biz işlərin daha sürətli getdiyinə şahid olacağıq. Bəli, onda biz deyəcəyik ki, yaxşı ki, o vaxt investisiya qoyulmuşdu, indi ehtiyac var və biz bunları çox daha rahat istifadə eləyirik. Mən belə düşünürəm. Bu, yəni mənim dünya praktikasında da gördüyüm nümunələrdir ki, hansı ölkələr ki, bugün yenilənə bilən enerjidən daha çox istifadə edir, o ölkələrin məsələn təbii sərvətləri yoxdur adətən. Olan ölkələrdə bu sahə o qədər inkişaf eləmir. Yaxud başqa formada inkişaf edir. Necə məsələn tutaq ki, insanlar artıq evlərin üstünə günəş panelləri qoyurlar məsələn və elektrik enerjisini oradan alırlar. Yəni bu artıq yeni bir versiyadır da, dövlət olaraq keçmir bunu. Artıq vətəndaş səviyyəsində buna bir tranzitiona maraq vardı. Aydındır, çox sağ olun. Buyurun. Ötən sualın cavabındakı başqa məqamı mən diqqətimi çəkdi. Siz qeyd etdiniz ki, yəni ancaq şirkət bizi seçmir, həm də biz şirkət seçirik və bu mənada bu seçim, yəni ki, seçimin daha uğurlu baş tutması üçün hər bir şəxsin keyfiyyətləri, bacarıqları, bilikləri ortaya çıxır. Bəli. Yəni hansı məqamlarda biz üzərinə işləməliyik?
Mən düşünürəm ki, mən bunu bu günə qədərki təcrübəmdən deyəcəm. Yəni indiyə qədər işlədiyim yerlərə əsasən deyə bilərəm ki, ən önəmli nüanslardan biri kompüter bilikləridir. Kompüter bilikləri hansı formada? Microsoft Office-i çox yaxşı bilmək. Məsələn, mənə görə Excel-i bilmək çox önəmlidir. Çünki Excel çox dərin bir proqramdır. Yəni bu sadəcə bir cədvəl düzəltmək, bir-iki formula yazmaq proqramı deyil. Əslində çox funksiyanaldır. Yaxşı Excel biliyi sizi, yəni demək olar ki, Power BI deyilən data analitik proqramını da öyrətməyə kömək eləyəcək. Mən tələbələrə bunu dinləyən əgər tələbələr varsa, məsləhət görərdim ki, mümkün qədər Excel-dən daha çox istifadə eləyin. Excel-i sürətli istifadə eləməyi öyrənin. Bu sizin özünüzün rahat işləməyiniz üçün şərait yaradacaq. Yəni bu digər PowerPoint, Word bu proqramlar üçün də keçərlidir. Yəni Office proqramlarını çox yaxşı bilin. Yəni bu bizim məktəbdə öyrəndiyimiz səviyyədə yox, həqiqətən yaxşı bilmək səviyyəsində bilmək önəmlidir. Çünki bu sizin işinizi sürətləndirəcək, vaxtınıza qənaət eləyəcək, vaxtınızı başqa şeylərə sərf eləməyinizə səbəb olacaqdır. Sonra əgər məsələn siz dizayn, simulyasiya üzrə getmək istəyirsinizsə, Aspen High, Aspen Plus proqramlarını tələbə vaxtından keçirsinizsə, əgər çox dərin bilməyiniz yaxşı olar. Məsələn biz universitetdə keçirdik və onun üçün exercise'in kitabları var idi məsələn ki, onlardan da istifadə edə bilərsiniz ki, tapşırıqlar verir, siz bir simulyasiya qurursunuz. Yəni özünüz də başlayın əlavə olaraq bunlarla məşğul olmağa. Kompüter bilikləri çox önəmlidir əslində. Çünki bir yerdən sonra artıq siz görürsüz ki, o tip işləri gördükcə sizin də düşüncəniz formalaşır. Yəni mənim növbəti tövsiyəm olardı ki, analitik düşüncəni daha çox irəli aparmaq lazımdır. Çünki məsələn süni intellektə biz bayaq belə toxunduq, sözün həqiqətən toxunub yanından keçdik. Məsələn, zaman keçdikcə əgər tutaq ki, mən universiteti bitirəndə 2022-ci ildə ChatGPT yox idi. Mənim diplom işimdə belə bir variantım yox idi ki, ondan istifadə edeyim. Tutaq ki, bugün universiteti bitirən tələbələr üçün belə bir ehtimal var və bu çox rahat bir variantdır ki, mən ona yazım ki, mənim üçün kömək elə. Hətta mən qeyd edərdim ki, belə bir ehtimal yox, yəni zəruri haldır yəni günün. Bəli. Yəni təsəvvür edin ki, əslində burada cəmi 3 il fərq vardı da, yəni. Amma görün 3 ildə sizin üçün çox rahat bir köməkçi yaranır və bu artıq nəyə səbəb olur? Həm də sənin müəyyən qədər geriyə getməyinə səbəb olur da. Çünki sən düşünürsən ki, artıq bunu o eləyəcək, onu o eləyəcək. Sən artıq zamanını da başqa cür planlayırsan falan. Yəni elə bil ki 2022-ci ildə məzun olanla 2024-cü ildə məzun olan bir adamın universitet planına baxışı artıq fərqli idi. Yəni mənim diplom işi yazma planım necə olacaq? Orada fərqlər yaranır, düzdür? Ona görə də mənə elə gəlir ki, o süni intellekt kimi vasitələrin sizin düşüncənizi əldən almanıza icazə verməyin. Yəni istifadə eləyin, məncə çox yararlı bir şeydir, istifadə etmək lazımdır, amma onu sizdən o bacarığınızı almasın. Yəni araşdırma qabiliyyətinizi inkişaf elətdirin. Tutaq ki, bir söz gördünüz, məsələn bir mühəndisliklə bağlıdır, tutaq ki. Mütləq araşdırın, Google üzərindən araşdırın, məsələn ChatGPT-yə falan getmədən. Birinci Google üzərindən özünüz araşdırın, baxın ki, hansı məqalələrdə bu istifadə olunub. Yəni özünüzdə araşdırma qabiliyyətini artırın. Səbrinizi artırın ki, daha çox məqalələr oxuya biləsiniz, daha çox dünya praktikasına məlumatınız olsun ki, hal-hazırda məsələn dünyada hansı tendensiyalar gedir. Bu haqqda oxumaq üçün, yəni səbirli olaraq bir şeylər oxumaq üçün nə etməliyik? Biz onun üçün cəhd eləməliyik də, biraz oxumaq bacarığımız olmalıdır, düşünüb analiz etmə qabiliyyətimiz olmalıdır. Yəni onu demək istəyirəm ki, əsas hətta bu vasitələrdən istifadə edəndə belə özünüzün o bacarığınızı saxlamağı düşünün. Ki, yəni mən bu bacarığımı necə qoruyuram və necə inkişaf elətdirirəm ki, məsələn, analitik düşüncə xüsusi bir bacarıqdır. Əgər siz mühəndissizsə artıq, deməli sizdə bu bacarıq var. Siz məktəbdə artıq bir riyazi analizlər eləmisiniz, fizika bilirsiniz, kimya bilirsiniz, artıq bu analitik fənləri düşünmüsünüz, düzdür? Deməli bunu inkişaf elətdirə bilərsiniz. Ya da ki, deyə bilərsiniz ki, nə çətin idi o vaxt mən əziyyətlə oxuyurdum, indi bunu daha rahat eləyirik. Amma siz onda tənbəlləşəsiniz də. Ona görə buna məncə icazə verməyin. Yəni mən əsas hansı 3 bacarığı saxlayın desəm, birinci deyərəm ki, Word, Excel kimi basic görünən proqramları dərin öyrənin. İkinci, hansı sahədə olmaq istəyirsinizsə, o sahənin simulyasiya proqramları olsun, texniki proqramlarda, məsələn, MATLAB vardı, AVE vardı. Yəni, siz nə istəyirsinizsə artıq, o sahənin niş proqramlarını öyrənməyə çalışın və əsas olan odur ki, soft skill dediyimiz bu bacarıqları inkişaf elətdiyin, insan münasibətlərini, öz analitik düşüncənizi, emosional zəkanızı, kommunikasiya bacarıqlarınızı, bu bacarıqların üzərində işləyin və bunu bir tapşırıq kimi görün həm də. Yəni, düşünün ki, məsələn də mən 5 tanımadığım adamla ünsiyyət qurum.
bu məsələn çox yaxşı emosional zəka inkişaf etmə yollarından biridir də. Məsələn, tutaq ki, siz gedib bir kafedəki kassirlə məsələn ünsiyyət qura bilərsiniz. Halbuki normalda siz ondan sadəcə ödəniş edib gedirsiniz, amma siz ondan biraz gülümsəyin, danışın və görəsiniz ki, bu tip bacarıqlar, sizin tanımadığınız adamlarla qurduğunuz ünsiyyətlər siz işə başlayanda sizə o qədər kömək edəcək. Çünki siz orada tanımadığınız çox adamın olduğu mühitə girirsiniz. Yəni ona görə mənim əsas tövsiyəm olar ki, texniki bacarıqlar, sahənizdə niş bacarıqlar və soft skill dediyimiz yumşaq bacarıqlar. Sonuç qeyd etdiyinizlə bağlı ətraflı danışarıq. Bəli. Podkastın növbəti hissəsində o ki qaldı süni intellektdə, orada zənn edirəm ki, əsas məqamlardan biri doğru sual verməkdir. Bəli. Bizə həmişə uşaq vaxtəsində aşılanırdı ki, yaxşı doğru sual verməlisən ki, doğru cavab tapasan. Bəli. İndi süni intellektdə də əsas məqam odur. Çünki sadə sualdan sən istədiyin cavabı tapmaya bilərsən. Doğru prompt verməliyəm. Hətta bununla bağlı təlimlər də var. Yəni hətta fənlər də salır universitetlərə. Məntiqi arıcılıqla keçsək, yəni məsələn artıq biz işə qəbul olmuşuq və orada istəyirik karyeramızı inkişaf eləsin zaman keçdikcə və bunun üçün görünən odur ki, sadə şəkildə iki üfüq var. Texniki cəhətdən dərinləşdirmək bilikləri və idarə etməyə keçid. Hansında daha uğurlu olmaq olar, yaxud belə bir şey mümkündür yəni? Nə etmək lazımdır? Məncə texniki bacarıqları dərinləşdirmək lazımlıdır. Yəni prioritet mənasında. Prioriteti məncə balans olaraq qoymaq daha yaxşıdır. Necə balans? Yəni ki, texniki bacarıqları üstün olan bir insan bir neçə il sonra idarə etməyə yönələndə əslində o artıq daha uğurlu rəhbərdir. Çünki o texniki olaraq nəyin niyə edildiyini bilir. Amma əgər bir texniki bacarıqlarını dərinləşdirən insan bu dərinliyə daha çox enməyə başlayırsa, məsələn, tutaq ki, 10 il artıq texniki bacarıq inkişaf etdirirsə, onun idarə etmə sahəsinə gəlməsi onun üçün artıq biraz çətin olur. Çünki artıq o qədər task-based işləməyə başlayıb ki, başqalarına task verəndə belə özü istəyir ki, daha çox maraqlansın, necə oldu, niyə bu oldu. Yəni elə bir mühit yaranır ki, o yanaşmada onunla işləyən komanda özü inkişaf eləyə bilmədiyini hiss eləyir. Çünki o ona o qədər kömək eləməyə çalışır ki, halbuki məsələn o əslində biraz da onu buraxmalıdır. Ona görə də mənə elə gəlir ki, ən yaxşısı odur ki, siz əgər nə vaxtsa idarəçi olmaq istəyirsinizsə, çalışın ki, məsələn 2-3 il artıq təcrübəniz olandan sonra müəyyən qədər idarə etmə işlərinə yönələsiniz. Çünki siz artıq balaca bir komanda olsa idarə etməyə başladıqca siz görəsiniz ki, əslində siz hansı bacarıqları inkişaf etdirirsiniz. Bir də məsələn tələbələr bunu dinləyirsə, universitetdə belə klublar olur da, tutaq ki, society-lər vardı, bu chemical engineer-lər üçün olan filan, yaxud yəni özünüz təşəbbüslər qrup nələrsə yarada bilərsiniz də, klublar filan. Belə yerlərdə belə işləmək, sizin öz yaşdaşlarınızın idarə etmək bacarığınızın olması işdə sizə çox kömək eləyəcək. Çünki iş yəni elə bir yerdir ki, orada hər yaşdan insan var və siz onları idarə etmək də onsuz da daha çətindir də. Yəni burada daha yaşlı var, daha gənc var. Burada bir nəsil fərqləri yaranır iş yerində. Orada daha uğur olmaq üçün yəni məsələn sən öz nəslin arasında bir bacarığın olmalıdır ki, bunu yəni digər nəsillərə də uyğunlaşdıra biləsən də. Ona görə məncə çalışmaq lazımdır ki, əgər karyeraya başlamışıqsa artıq, yəni tələbə deyilik, artıq başlamışıqsa və nə vaxtsa idarəçi olmaq istəyiriksə, texnikidə müəyyən bir dərinliyə çatandan sonra artıq idarə etməyə yönəlmək yaxşıdır. Çünki onda paralel olaraq ikisi də inkişaf eləyəcək. O ki söz açıldı komandadan. Bəli. Yəni komanda daxilində innovasiyanı deyim, yəni yaradıcı düşüncəni formalaşdırmaq üçün, onları buna təşviq etmək üçün siz hansı metodlardan istifadə edirsiniz? Yəni son zamanlarda indi çağdaş dövrdə, yəni yaradıcı düşünmə sənəti vacibdir. Yəni bunu necə aşılamaq olar? Maraqlı sualdır. Mən düşünürəm ki, burada ən mənim şəxs olaraq yəni sualı belə dəqiqləşdirmək olar ki, çünki bir çox insanlar yeniliyə açıq olmur həmin komandaca. Bəli. Yəni bu həmin məqamı necə aradan qaldırmaq olar? Əslində mən bayaq danışanda dedim ki, burada bir agile mentalitydən danışanda dedim ki, əslində bu yeni bir düşüncə tərzini yaratmaqdır artıq. Bu yeniliyə açıq olmamaq da o düşüncə tərzinə bir əks fikirdir də. Yəni insanlar düşünür ki, necə yəni biz belə yaşamışıq, bizim nəslimiz belə yaşayıb. Və o insanlar artıq o qədər o fikri qəlibləşdirirlər ki, elə bilirlər ki, belə bir qəlib var və biz nə isti bir maddəni tökürük, o qəlib formasında çıxacaq da. Yəni bu fikir elə bilirlər ki, yeni uşaqlar doğulacaq, biz o uşağı tökürük həmin qəlibə və həmin formada çıxır. İnsanlar bu illüziya ilə yaşayır və həqiqətən də məsələn biz məktəb vaxtı falan o qəlibdə yaşayırıq. Çünki biz məktəb necə yetişdirir, elə düşünürük, bizim düşüncələrimizi falan hər şey formalaşdırır. Ailə, məktəb, ətraf
Və biz gəlirik, bir yerdə biz artıq özümüzə uyğun individual bir yol seçməyə başlayırıq və onda artıq buna nəsillər, atalar və oğulları problemi deyilir də. Artıq nəsillər arasında fərqlər yaranır. Məsələn, indi Gen Z nəsli görünür ki, onlar əvvəlki nəsil kimi yaşamır. Məsələn, tutaq ki, biz Gen Z nəsli olaraq düşünürük ki, yəni mən öz individuallığımı qorumalıyam istənilən iş yerində. Amma məsələn, məndən əvvəlki nəsil düşünür ki, yəni iş yerinin qaydası nədirsə sən ona uyğunlaşmalısan. Və bu artıq yeni bir düşüncə tərzidir də. Mən o insanları inandırmalıyam. Ya burada bir neçə variant var da. Ya mən onları inandırmalıyam ki, yox, siz səhv düşünürsüz, siz də elə eləməlisiniz. Ya da məsələn mən öz yoluma baxa bilərəm ki, okey, o elə düşünür, amma mən yeni bir düşüncə tərzində düşünəcəm. Yəni ona görə də mənə elə gəlir ki, bu komanda idarə etməsindən başladı da sual. Komandanı idarə edəndə də başa düşmək lazımdır ki, hər kəsin özünə görə doğruları var. Əgər o doğrular bir-birlərinə kəskin şəkildə birini hörmətsizlik eləmirsə, məncə o doğrulara toxunmağa o qədər də ehtiyac yoxdur. Yəni kiminsə başqa cür düşünməyi belə dəhşətli bir şey yaratmırsa komandada, yəni qoyun o düşünsün. Çünki məsələn mən əvvəlki iş yerimdə işləyəndə orada çox insan yaşlı nəslin nümayəndəsi idi, gənclər daha az idi. Məsələn biz onlarla adi bir fikir mübadiləsi eləyəndə mən görürdüm ki, bizim yanaşmalarımız o qədər fərqlənir ki bir-birindən. Yəni çox fərqlidir də. Məsələn, onlar düşünürdü ki, rəhbər nə deyirsə o düzdür. Yəni onlar bunu sorğulamırdı belə. Məsələn, mən deyəndə ki, tutaq ki, nəcəb siz Sovet standartlarını istifadə edirsiniz, QOS standart istifadə olunurdu. Nə yaxşı, məsələn, API falan yeni standartlara keçmirsiniz. Onlar görürdü, bizə heç kim elə bir şey deməyib axı. Ya mən görürdüm ki, artıq biz fərqli düşünürük. Mən düşünürəm ki, mən burada innovativ bir şey varsa niyə yoxlamayaq? Onlar düşünür ki, niyə də yoxlayaq? Yəni biz burada çox kəskin fərqli düşünürük. Mən onlara demirdim ki, yoxlamalısan. Onlar da mənə demirdi, yoxlamamalısan. Mən gedib yoxlayırdım, onlar da buna hörmət edirdi. Yəni iki tərəf də bir-birinə hörmət eləyir və belə bir mühit yaranırdı. Və sən sonra təklif eləyəndə onlar da deyir ki, yeni bir şey var imiş, mən bilmirdim falan. Yəni ən yaxşı məncə komanda idarə etməsində də mühit odur ki, əgər siz rəhbərsinizsə tutaq ki, qəbul etmək lazımdır ki, hər kəsin öz yolu var. O yolları bir-biri ilə kəsişməyəcək qədər məsafədə saxlayırsınız, sərhədləri saxlayırsınız. Və hərə öz yolu ilə gedir. Sonra isə onlar bir yerdə onsuz da bir-biri ilə anlaşacaqlar. İngiliscə buna alignment deyilir də. Onlar bir-biri ilə oturur, qərarlaşdırılır ki, əslində elə köhnə fikirdə də yaxşı tərəflər var idi, yeni fikirdə də yaxşı tərəflər var idi. Bunun yaxşılarını götürək, belə yola davam edək. Ən ideal komanda quruluşu mənə görə budur. Fidan xanım, karyera ilə bağlı, yəni ki, karyeranı qurmaq, inşa etməklə bağlı çox gözəl tövsiyələr verdiniz. Yəqin ki, siz də zaman-zaman təftiş edirsiniz karyeranızı, profilinizi. Söhbət təkcə LinkedIn profilinə getmir əlbəttə. Yəni bunu təftiş etdiyiniz zaman sizə necə gəlir? Yəni ki, bugünkü formaya gəlmək üçün hansı bacarığınız, inkişaf etdiyiniz hansı bacarıq gətirib çıxarıb indiki dövrə? Nə yaxşı ki, mən zamanında bu bacarığı formalaşdırdım və demək olar ki, mənim xəttimi bu inkişaf etdirdim. Əslində mən düşünürəm ki, mən məktəbdə yaxşı oxumuşam. Və mən qəbul imtahanında 675 bal yığmışam. İndi mən LinkedIn-də falan ümumiyyətlə belə bir sosial şəbəkələrdə belə bir tendensiya görürəm ki, insanlar düşünür ki, qəbul balı boş şeydir. Mən bu fikirlə nə razıyam, nə də narazıyam. Çünki mən düşünürəm ki, qəbul balı səni savadlı ya da savadsız eləmir. Qəbul balı səni disiplinli ya da disiplinsiz olduğunu göstərir. Mənim məktəbdə öyrəndiyim əsas bacarıq bu gündən geriyə baxanda disiplini idi. Mən sevdim, sevmədim bütün dərsləri oxuyurdum və yaxşı oxumağa çalışırdım. Yəni bunun üçün mən deməli uşaq olaraq öz zövqlərimin bəzilərindən özümü məhrum eləyirdim. Özümə disiplin qoya bilirdim ki, mənim bu gün dərsim var, mən oynamayacağam. Mənim bu gün dərsim var, nə bilim, televizora baxmayacağam. Nəsə eləməyəcəm və bunu eləyəcəm. Deməli mən prioritetləşdirməni artıq öyrənmişdim o vaxt. Disiplini öyrənmişdim. Yaxud bir tapşırıq vardısa, bunu eləmək üçün, okey, ola bilər mən bunu bilmirəm. Necə eləməliyəm? Yeni bir yollar kəşf etməliyəm də, bunu hardasa axtarmalıyam, kimdənsə soruşmalıyam. Deməli bunların hamısı əslində bizim böyüdükcə görürük ki, bunlar bir bacarıqdır. Əslində məsələn mən gedirəm özümdən böyük birindən sual soruşa bilirəmsə, müəllimdən rahatlığından soruşa bilirəmsə falan, demək bunlar əslində mənim kommunikasiya bacarıqlarımdır. O vaxt biz bunun adını qoymurduq, indi elə bil ki, buna ümumilikdə bir ad verə bilərik. Və görürük ki, əslində biz məktəb vaxtından bu iş həyatı üçün lazım olan bacarıqlarımızı inkişaf etdirməyə başlayırıq. Və o başlamaq gətirir, çıxarır ki, məsələn biz qəbul imtahanını veririk. Və qəbul imtahanında biz özümüz kimi adamlarla, o da məktəbi, o da mənim kimi oxuyub da, mənim qrup yoldaşlarım, çünki biz oxşar bal toplamışıq. Deməli, o uşaqlarla biz gəlirik bir mühitə. Artıq burada bizim o bacarıqlarımız adiləşir də zamanla. Çünki məsələn, hamı disiplinlidir burada. Burada hamı kommunikasiyasını müəyyən qədər inkişaf elətdirib, nə bilim, hamı prioritetləşdirməni, zamanı idarə etməyi artıq bilir və gəlir növbəti bacarıqlar. Artıq burada biz baxırıq ki, mən nəyi inkişaf elətdirməliyəm. Məsələn, mən universitetə girəndə artıq özüm üçün mən
əsas məqsədim o idi ki, mənim kommunikasiya bacarıqlarımı daha yaxşı eləyəcəm. Mənim universitetə girəndəki planım o idi ki, mən daha çox insanla daha yaxın əlaqə quracağam. Yəni mənim demək ki, oradakı artıq əsas planım orada universiteti birinciliklə bitirmək yox, daha yaxşı əlaqələrlə bitirmək idi. O yaxşı əlaqələrlə bitirməyin içində, məsələn, biz universitetdə oxuduğumuz müddətdə pandemiya oldu da. 2020-ci ildə tutaq ki, mən belə çox evdə darıxırdım, çox qapalı bir şəraitdə yaşayanda, psixoloji olaraq da hər birimiz üçün çətin bir dövrdür. Mən Telegram kanalımı açdım. Tutaq ki, öz bildiklərimi paylaşmağa başladım orada. O mənim üçün yeni bir mərhələni açdı. Sonra mən LinkedIn-də falan paylaşımlar eləməyə başladım. Və bu proseslərin hamısının paralelində mənim karyeramda və mənim ümumiyyətlə həyatımda çox önəmli rol oynayan şeylərdən biri mənim çox kitab oxumağım idi. Kitab oxumaq bizi hər cəhətdən inkişaf elətdirir. Mən bayaq adını çəkdiyim düşüncələr, fikirlər var idi. Analitik düşüncə olsun, yaradıcılıq olsun, insanlarla kommunikasiya bacarığı olsun. Bunların hər birində bizə kitab oxumaq kömək eləyir. Kitab oxuduqca biz yeni şeylər təsəvvür eləyirik. Yəni oxuduqlarımızı təsəvvür eləməyə başlayırıq. Demək, yaradıcılığımız inkişaf eləyir. Bizə yeni söz bazası verir. Biz daha ünsiyyətə açıq oluruq. Daha yaxşı danışdığımızı gördükcə özgüvənimizi artırırıq. Və analitik düşüncəmizi artırırıq. Çünki yeni kitablar oxuyuruq və oxuduğumuz kitabların kontentindən asılı olaraq ola bilər ki, məsələn, biz oturub oxuya bilərik. Məsələn, klassikləri oxuya bilərik. Tolstoy, Dostoyevskini oxuyuruq. Azərbaycan ədəbiyyatını oxuya bilərik. Nə bilim, Hüseyn Cavidi oxuyuruq, tutaq ki, Cəfər Cabbarlını oxuyuruq və eyni zamanda biz oxuya bilərik şəxsi inkişaf kitablarını tutaq ki, və bu tip kitabların yeni fərqli düşüncələri biz məruz qaldıqca biz nə edirik əslində? Öz düşüncəmizi formalaşdırırıq. Yəni necə ki biz ChatGPT-dən bir söz soruşanda o bizə anında cavab verə bilər. Çünki onun üçün çox geniş bir baza var. Bu da bizim də artıq beynimizdə o geniş bazanı yarada bilirik. O bazanı biz artıq yaradanda bizim elə bir ki, yeni bir mərhələyə burada da keçirik ki, mənim artıq geniş bazam vardısa, mən artıq müəyyən bacarıqlarımı daha rahat inkişaf elətdirə bilərəm də. Tutaq ki, mən çox dünya ədəbiyyatı oxumuşamsa, mən xaricə gedəndə avtomatik olaraq onların həyat haqqında daha çox fikrim var, təsəvvürüm vardısa, deməli onları anlamağım mənim üçün daha rahat olacaq, düzdür? Yəni mən qısaca demək istəyirəm ki, biz adətən belə düşünürük ki, karyerada inkişaf eləmək üçün önəmlidir o karyeraya spesifik mövzularda inkişaf eləmək. Amma mən düşünürəm ki, yox. Bütün həyati mövzularda inkişaf paralel gedir əslində. Çünki siz əgər o tərəfə çox yönəlsəz, yəni karyera mövzusunda inkişafa çox yönəlsəm ki, məsələn də mən aspirant hadisəsi çox yaxşı biləcəm və çox uğurlu olacam. Sizin hansısa digər bacarıqlarınız axsayanda, siz insanlarla yaxşı ünsiyyət qura bilməyəndə, nə bilim, ola bilər siz çox kobud danışa bilərsiniz, yəni nə bilim, nitqiniz çox yaxşı olmaya bilər, özgüvəniniz aşağı ola bilər, analitik düşüncəniz aşağı ola bilər, tutaq ki, çünki biri çox yüksəkdir, o birilər onun bir kölgəsində qala bilər. Onda siz bir yerdə o boşluğu hiss eləyəsiniz ki, nəsə də çatmır. Ona görə də məncə əsas mənim öz yolumda bunu tətbiq eləmişəm və bunu məsləhət də görə bilərəm ki, çalışıb daha geniş aspektdə inkişaf eləmək lazımdır ki, inkişaf elə bil paralel getsin. Belə bir anlayış vardı. Deməli, siz öz həyatınızdakı fərqli mərhələləri yazırsınız və onu bir təkər kimi təsəvvür edirsiniz. Məsələn, bir təkər çəkirsiniz, 8 yerə bölürsünüz. Birinə yazırsınız ailə, birinə nə bilim iş, karyera falan belə yazırsınız və baxırsınız ki, hansında siz özünüzü harda görürsünüz. Məsələn, təsəvvür edin ki, mən karyerada özümü ən yüksəkdə görürəm, ailədə özümü aşağıda görürəm. Belə bir təkər yeriyərsizcə ki, onun bir tərəfi çox aşağıdadır, bir tərəfi isə doludur. Bu təkər tərpənə bilməzsə düzdür, batar o aşağı olan tərəfdə. Həyat da belədir. Yəni əgər biz istəyiriksə ki, həyatımız axarında getsin, bütün tərəfləri paralel olaraq inkişaf etdirməliyik. Ola bilər hamısı eyni qədər olmaz, amma oxşar olsun ki, biraz boşalmış təkər hərəkət eləyə bilər, amma bir tərəfi tam boşalmış təkər artıq ümumiyyətlə getməyəcək. Ona görə də karyera yoluna, həyat yoluna da bu balansı saxlayaraq inkişaf cəhətdən baxmağı mən öz həyatıma tətbiq eləyirəm və hər kəsə də məsləhət görərəm. Nümunələrlə olan izaha görə çox sağ olun. Siz də sağ olun. Deməli, Telegram kanalına söz açdınız. Bəli. Səhv etmirəmsə adı Daha Yaxşı Sən. Bəli. Bu ümumiyyətlə nəsə paylaşmaq, kiməsə yararlı, faydalı olmaq istəyi bir çox insanlara baş qaldırır, amma həm də bunun əks bir fikir yaranır ki, mən güya ağlıyam ki, mən kiməsə nə öyrədə bilərəm. Yəni onsuz da bilirlər bunu, yaxud başqa buna zidd fikirlər. Tam olaraq bunun ötəsində necə gəldiniz? Yəni necə başladınız buna? Bu mən dediyim kimi pandemiya vaxtı başlamışdım və mən Telegram kanalını açanda Telegram kanalını çox bağlı saxlamışdım. Heç bir yerdə paylaşmırdım. Ancaq öz ətrafımdan paylaşmışdım. Onlar məsələn WhatsApp sitəsində falan paylaşmışlar. Onların ətrafı var idi. Təxminən bir 200 nəfərlik falan adam var idi kanalda. Və o vaxt mən kanalda özüm haqqında heç nə paylaşmırdım. Yəni mənim kim olduğum da bilinmirdi. Və sadəcə paylaşımlar eləyirdim. Elə bil ki, bilmirəm kim oxuyur, kim oxumur, heç nə bilmirəm də. Özüm üçün elə bil paylaşımlar eləyirəm və insanlar gəlir
maraq göstərməyə başlayırlar. Sonra elə bil ki, mənə bəzi feedbacklər yazıldı ki, kanalınız çox maraqlıdır falan. Hansı məsələn mən adamı tanımıram. Yaxud məsələn məktəbdə tanımışam bir dəfə. Mən sosial şəbəkədə paylaşımda oradan gəlib məsələn mənə yazır ki, "Fidan çox maraqlıdır. Bu postun ardı nə vaxt gələcək?" falan belə bir şeylər yazmağa başladılar. Mən gördüm ki, bu maraqlı gəlir insanlara və ondan sonra kanalı biraz daha genişlətməyə başladım. Məsələn, artıq daha çox sosial şəbəkədə falan paylaşdım. Bəzi səhifələrdə reklam verməyə başladım. Və görürdüm ki, orada siz necə bir nüans vardı. Bu məncə hamı üçün belədir. Sizin bildiyiniz nəsə var ki, məsələn mənim o mövzuda biliyim sıfırdır. Siz o mövzunu yaxşı bilirsiniz deyə, elə bilirsiniz ki, mən də onu bilirəm, amma mən onu bilmirəm. Bu həyatda əslində çox vaxt bizim girdiyimiz bir yanılğıdır. O kimsə daha yaxşıdır, mən onun qədər bilmirəm. Halbuki onun da yaxşı olduğu şey var, mənim də yaxşı olduğum bir şey var. Sadəcə onu balansını bilmirik də. Mən bilmirəm o nəyi bilir, mən nəyi bilirəm. Ona görə də belə bir hiss yarandı ki, məndə zamanla mənim üçün əslində hamı bilir deyə düşündüyüm bir şey əslində bəziləri bilmirmiş. Yaxud da başqa mən kontentlərdə artıq yeni bir fikirlər tapmağa başladım. Gördüm ki, bu mövzunu mən heç nə bilmirdim. Demək bunu heç nə bilməyən başqa adamlar da var. Ona görə bunu paylaşım. Məsələn, mənim yadıma gəlir ki, mən bir dəfə hormonlarla bağlı paylaşma demişdim. O mövzu mənim də bilmədiyim mövzu deyildi də. Yəni mən də bilmirdim o mövzunu. Sadəcə məsələn necə oldu? Mən o paylaşıma, hormonlarla bağlı paylaşımı maraq göstərdim, araşdırmağa başladım və gördüm ki, necə dərin bir mövzudur da. Məsələn, mənim tibbdə oxuyan rəfiqələrimdən soruşanda, məsələn, onlar deyirdi ki, bu bizim əslində çox belə universitetə girən kimi demək olar keçdiyimiz bir mövzudur da. Onlarla da biz razılaşıb elədik. Mənə onlar mənbələr atdılar ki, hardan araşdırdılar. Məsələn, mən uzun postlar yazmaq başladım, bir neçə hissəlik postlar. Mən gördüm ki, insanların ən çox maraq göstərdiyi postlar da o idi. Çünki çox adam üçün bu mövzu sıfırdır. Məsələn, o tibb tələbəsi üçün bu əslində birinci semestrin mövzusudursa, bizim üçün heç vaxt olmayıb da. Bu sonra gördüm ki, mənim də həyatımda elədir. Məsələn, mən deyirəm, mən kitab oxumağı xoşlayıram, amma adamlar var ki, məsələn, hələ də ilk bədii kitab oxumayıblar. Ona görə o istəyir soruşsun ki, məsələn, hardan başlaya bilərəm? Məsələn, mənim üçün o mərhələ uşaq vaxtı olub ki, mən bilirəm, hamı bilir də ilk kitabı hardan başlasın, amma hamı bilmir axı. Ona görə də insanlar məncə öyrətməyə çox açıq olmalıdır. Çünki biz bilmirik ki, kim nəyi bilir, kim nəyi bilmir. Sənin bildiyin bir şey başqası üçün çox sadə gələ bilər, yaxud çox mürəkkəb gələ bilər. Ona görə mümkün qədər bunu eləmək lazımdır. Bir də ki, məsələn, mən artıq özüm Telegram kanalımda o qədər çox paylaşım eləmirəm. Çünki elə bilirəm ki, məsələn, ChatGPT kimi bir mənbə vardısa, məsələn, insanlar üçün. Yəni artıq bu mövzular biraz aktuallığını itirir də. Çünki məsələn, bir insana nəsə bir mövzu maraqlıdırsa, o artıq o qədər əl çatandır ki, onu anında öyrənmək. Yəni mən düşünmürəm ki, o durub mənim kanalımda axtaracaq ki, hormonlar nədir? Çünki o istəsə yazar da. Yəni elə bil ki, o bayaq dediyim kimi də ki, 5 il fərqlə artıq bu tip uzun kontentlərə maraq da itib də. Çünki məsələn biz işdə bir mövzudan danışırıq, tutaq ki, iş yoldaşlarımla. Deyirik ki, bu görürsən necə olur? Anında kimsə ChatGPT-ni açır, soruşur. Bizim üçün mövzu bitdi. Amma məsələn bundan 3-4 il əvvəl məsələn mən deyirdim ki, uşaqlarla biz oturanda deyirdim ki, mən kanalda bunu paylaşmayacağam. Gözdə ona baxım məsələn. Artıq hep o mərhələ mən də heç ona baxmıram da. Çünki mən də bilirəm ki, mənim üçün daha asan tapa biləcəyim bir mənbə var. Ona görə də bu tendensiyalar da dəyişir. Yəni çevikləşirik də. Biz artıq görürük ki, yeni bir məntiq yaratmalıyıq. Yaxud məsələn mən indi LinkedIn-də uzun post yazıram. Artıq bilirəm ki, hansı formada yazsam bu postu heç kim oxumayacaq, hansı formada yazsam oxuyan olacaq. Məsələn mən çox uzun post yazsam, bilirəm ki, bunu oxumayacaqlar. Çünki insanların o qədər səbri yoxdur artıq ki, uzun bir kontentdə oturub oxusunlar. O düşünür ki, onu oxuyacağıma gedərəm bir məqalə oxuyaram, nəsə daha necə deyim, müəllifi olan bir şey oxuyaram da. Halbuki məsələn biri var araşdırma nəticəsini oxuyursan, bir də var ki, spesifik bir şeyi oxuyursan da, bir sahədə niş bu işi, ömrünü buna adamış bir adamın işini oxuyursan, düzdür. Ona görə də artıq maraqlar dəyişir və biz də onlara uyğunlaşırıq. Və sizin əsas sualınız o idi ki, o hiss var idi mı mən başlayanda? Var idi, amma dediyim kimi də zamanla mən gördüm ki, bu yeni bir yanaşmalar kəşf elədim də, belə deyə bilərik. Və bunun ardınca başqa istiqamətdə sual vermək istəyirəm. Siz nəyi doğru etdiniz? Hansı doğrularla bu sahəyə gəlib çıxmısınız? Bunu bildik demək var ki. Bəs əks tərəfdən yanaşsaq, hansı belə səhvlər eləmisiniz, yaxud da ki, hansı səhvi əvvəl edirdiniz, amma zamanla bunu dəyişdiniz? Siz karyera cəhətdən nəzərdə tutursunuz ya paylaşımlar falan? Özünün inkişaf mənasında. Okey. Çünki bu istiqamətdə başlamışdı danışmağa. Özünün inkişaf mənasında mən düşünürəm ki, yəni mən bunu özüm üçün və digər hər kəs üçün düşünürəm ki, insan əslində bu yolda səhv eləmir. Sadəcə öyrənir. Məncə həyat belədir. Yəni bu yaxınlarda mən bir TEDx-də iştirak eləyirdim, yəni dinləyici qismində. Bakıxanovda. Bəli, TEDx Bakıxanovda. Orada çox maraqlı bir fikirdədir bir xanım. O dedi ki, mən yeni bir biznes başlatmaq istədim. Mən düşünürdüm ki, mən dizaynı falan çox sevirəm, geyim dizaynını, geyim mağazası açdım. Və o mağaza batdı.
Deyir, mən düşündüm ki, mənim ora verdiyim pul mənim təhsil haqqım idi. Mən bu dərsi orada öyrəndim, bu dərs üçün də pul ödədim. Və mən çox məntiqli gəldi bu yanaşma ki, əslində həqiqətən həyat belədir. Biz onu nə qədər dramatizə eləsək belə, biz oradan nəsə öyrənib çıxırıq. Əgər məsələn mən bu suyu burada toxunub bunu salıramsa, artıq bilirəm ki, bu su bu qədər toxunanda düşəcək. Mən gələn dəfə onu daha ehtiyatlı yerə qoyuram. Və bu artıq o suyun ora tökülməsi mənə bu dərsi öyrətdi ki, gələn dəfə mən burada isti bir şey də tökməyim, düzdür? Yəni mən bu suyun bura tökülməsinə, onu silməyə çəkdiyim əziyyətin onun haqqı idi ki, bunu öyrənim bu dərsi. Həyat da belədir əslində məncə. İstənilən bir yolda biz səhvlər dediyimiz şey əslində orada öyrəndiyimiz bir şeylərdir. Yəni mən ona görə deyirəm ki, ümumiyyətlə məncə həyatda insanlar səhv eləmir. Böyük səhvləri qoysaq, yəni bu cinayət məsuliyyətinə gətirib çıxaran səhvləri qoysaq, yəni insan öz individual öz yolunda insan adətən səhv eləmir. Yeni dərslər öyrənir və yeni dərslər bizi yeni mərhələlərə aparır ki, elə bil ki həyatda çoxlu cığırlar var. Biz bu dərsi alırıq ki, o iki cığıra artıq getməyək, başqa iki cığıra gedək. Artıq biz yeni mərhələlərə keçmiş oluruq. Və mənim bu öyrəndiyim mövzular hardaydı? Məsələn, birincisi elə bu öz karyera yolum haqqında danışanda dedim ki, məsələn mən hiss elədim ki, artıq mən mühəndisliyi o formada görmürəm ki, mən dənizdə işləyəndə mən daha uğurlu olacağam. O obraz məsələn mən ikinci kursda olanda mənim üçün çox önəmli idisə ki, mən dənizdə işləyim, insanlar mənə heyranlıq duysun. Artıq məsələn 5-ci kursda mənim üçün önəmli deyildi. Amma mən ikinci kursdakı o düşüncəmə düşünmürəm ki, yanlış eləyirdim. Düşündüm ki, bilmirdim. Zamanla gördüm ki, yox, iş yəni ondan ibarət deyil ki, kimsə nə vaxtsa sənə çox uğurlu baxacaq. Bu sənin həyatındır və sən o işdə nə qədər xoşbəxt olasan, özünü məsələn tutaq ki, fiziki olaraq əgər mən orada sağlamlıq problemləri çəkəcəmsə, mənə kiminsə ideal baxmağın bir önəmi olmayacaq, düzdür? Yaxud məsələn 14 gün dənizdə, 14 gün evdə mən çox darıxacamsa, mən sosial bir insanam məsələn, 14 gün öz ətrafımdan kimsə görməyəndə çox darıxıramsa, yəni bu nə dəyərmi? Mənim üçün dəymirdi məsələn. Bu elə bil mənim özümü tanıma mərhələlərindən biri idi. Bu məsələn paylaşımlar mövzusunda nələr öyrəndim? Məsələn mən bayaq dediyim kimi tutaq ki 2020-də elədiyim paylaşım tərzində 2023-də, 24-də artıq eləyəndə gördüm ki, insanlar maraqlı göstərmir. Uzun paylaşımlara maraq göstərmir. Əvvəl mən xətrimə deyirdi ki, niyə insanlar mənim paylaşımlarıma baxmır falan. Sonra mən başa düşdüm ki, artıq bu insanlara o qədər maraqlı deyil. Sən yeni bir tərzə keçməlisən. Məsələn mən tutaq ki, əvvəllər paylaşırdımsa ki, 10 film tövsiyəsi, məsələn uzun hamısının haqqında yazırdımsa və insanlar da bunu oxuyurdusa, artıq mən gördüm ki, bu tip paylaşım oxunmur. Mən nə etdim? Tutaq ki, filmlərin posterlərini götürdüm, bir şəkil halına saldım, rəngli bir şəkillər oldu. Altda da hər film haqqında qısa bir şey yazdım. Məsələn, gördüm ki, bu tip kontent artıq insanlara maraq göstərirdi. Yaxud məsələn başladım, videolar var idi ki, məsələn mənə maraqlı gəlirdi. TEDx videoları məsələn mən həmişə çox baxmışam. Əvvəl məsələn TEDx videosundan uzun bir hissə paylaşırdım. 2 dəqiqəlik məsələn, 18 dəqiqə olur da TEDx videoları. Hətta 2 dəqiqə siz uzun dedinizsə, gördüyünüzə dəyişir ki. Amma indi məsələn məncə insanlar 15 saniyəlik videolara o qədər alışıb ki, artıq yəni 2 dəqiqə insanlar üçün uzundur da. Amma indi elə bir görürəm ki, sən videonun başlığı haqqında biraz qısa məlumat verəndə görürsən ki, artıq yəni bu daha maraqlı gəlir. Çünki mən artıq özümdə də o tendensiyanı hiss edirəm ki, artıq mənim üçün də 18 dəqiqə çox gəlir. Halbuki əvvəllər mənə çox hətta qısa gəlirdi ki, biraz da danışaq. İndi artıq elə gəlmir. Yəni dediyim kimi tendensiyalar dəyişir. Onlardan incimək lazım deyil də. Yəni niyə belə eləyirlər? Qəbul etmək lazımdır ki, bu prosesin bir parçasıdır. Artıq yeniliyə meyil vardı. Necə ki, məsələn, dediyim kimi, əvvəlki işimdəki insanlar düşünsə ki, niyə bu adamlar düşünür ki, yeni bir şeyə keçməli, incisə biri var, onda heç kim buradan fayda götürməyəcək. Onlar bundan yeniliyə açıq olsalar, hamımız fayda götürə bilərik. Hər tərəfli diplomatik cavaba görə təşəkkür edirəm. Bununla yanaşı, sizin LinkedIn postlarınızı belə izləyəndə mən səvəcədən izləyirdim onsuz da və maraqlı idi kontentiniz. Çox sağ olun. Bəzi diqqət çəkən məqamlar var idi orada. Buyurun. İnsanlar adətən hansı kitabı oxuyur, hansı cümlə xoşuna gəlir, ya da necə mənim təsvir edir, necə yaxşıdır bu. Tez onu paylaşır statusda. Amma həmin statusu görən adam sadəcə belə qurub belə baxır ki, bu niyə paylaşıb bunu? Yaxud başqa ifadələr. Amma elə adamlar da var ki, elə insanlar da var ki, baxır deyir, hə nə yaxşı. Bu aforizmdən nəsə məna götürmək var. Məsələn, siz son vaxtlarda paylaşmışdınız Ruminin sözlərini, ürəkdən etdiyiniz hər şey sizə geri dönəcək. Maraqlısı budur ki, yəni siz bunu paylaşarkən hansı hisslərlə bunu paylaşmışdınız və bunun belə deyək, geri dönüşünü gördünüzmü? Maraqlı sualdır. Birinci, mən belə bir kod oxumuşam, yadıma gəlmir müəllifi, onu deyə bilməyəcəm, amma belə idi ki, biz eşitmək istədiyimizi deyən kitabları sevirik. Məncə həyatda həqiqətən bizim oxuduğumuz kitablar, baxdığımız filmlər falan həmin vaxt bizim hazır olduğumuz mərhələyə uyğunlaşır. Məsələn, tutaq ki, eyni kitabı
Biz məsələn tutaq ki də mən 5-də oxuyanda nağıllar mənə maraqlı gəlirdisə, bu gün artıq o mənə maraqlı gəlmir. Çünki o vaxt mən istəyirdim ki, mən bir nağıl oxuyum və görüm ki, dünyada yaxşı, sonda hər şey yaxşıya bağlanır filan. Bu gün mən istəyirəm həyat mənə elə bir kitab oxuyum ki, o mənə reallığı göstərsin. Hər şey sonda yaxşı ilə bitmir axı bəzən. Qoy o reallığı görüm ki, hansı səhvlər hansı nəticəyə gətirir. Düzdür? Deməli mənim yaş səviyyəmə görə baxmaq istədiyim, oxumaq istədiyim kontentlər fərqlənir. Ona görə də məsələn mən düşünürəm ki, biz bəzən olaraq bir dostumuza kitab tövsiyə edirik, gedir o oxuyur, ona maraqlı gəlmir. Bu bizim biraz xətrimizə dəyir ki, necə yəni o çox maraqlı kitabdır. Məsələn mən sonra başa düşdüm ki, əslində o elə deyil də. Yəni mənim üçün maraqlıdır, çünki mən bu hal-hazırda o ruh səviyyəsindəyəm. Ola bilər ki, o məndən daha üstdədir ya da daha aşağıdadır. Yəni biz fərqli yollardayıq da. Ona görə də ona bu gün o maraqlı gəlmir. Məsələn Ruminin sözü mən ümumiyyətlə Rumini çox bəyənirəm yaradıcılığını, onu Şəms Təbrizini falan çox bəyənirəm o ideologiyaları, hürofizmin fikirlərini və o fikir məsələn mənə çox xoşuma gəlir ki, insan əslində bir yerdə qəbul etməlidir ki, biz hamımız bir mərkəzdən gəlmişik də. Yəni biz bunun reallığına varanda bizim artıq həyata baxışımız da dəyişir. Məsələn, mən qəbul edəndə ki, mən də atomlardan təşkil olunmuşam və mənim ətrafımdakı hər şey, bütün əşyalar da biz artıq bir yerdə qəbul edəndə ki, mən məsələn bir qələmi də stola möhkəm çırpanda əslində o da mənim kimi bir can, onun da atomu var, onun da özünə görə bir quruluş sistemi var, mənim də vardı. Mən artıq onu belə özümdən üstün ya da aşağı səviyyəsinə qoymayanda, biz bir bütün bərabərlik kimi yaşayanda mənim də həyatım daha yaxşı olmağa başlayacaq avtomatik olaraq. Mən ətrafdakı hər şeyə o sevgi ilə yanaşsam, deməli mənə də sevgi qayıdacaqdır. Çünki biz axı hamımız eyni bir mərkəzdəyik. Yəni məsələn Ruminin o sözü də mənə elə bir ki, o fikrimə daha çox necə deyim, o hissəyə toxundu da mənim üçün. Bizim bir söz var, sarı simə toxundu. Onda məsələn mən düşündüm ki, çünki düzdür məncə də biz nəyi hansı niyyətlə eləyiriksə o bizə dönür. Çünki biz əslində ümumi bir mərkəzdəyik də. Yəni məsələn bunu artıq kvant fizikası falan da yəni artıq təsdiq eləyir. Bu elmi olaraq təsdiq olunmuş bir şeydir ki, biz hamımız zərrələrdən ibarətik və zərrələr yəni ən sonuncu səviyyədə biz eyni bir materialın hissəsiyik də. Onu qəbul edəndə insan başa düşür ki, əslində mənim verdiyim enerji və aldığım enerji onsuz da bir-birinə oxşayacaqdır. Ona görə nə qədər yaxşı versək, o qədər də yaxşı şeylər olacaq. Və zaman-zaman məsələn sarı simə toxunur, həmin hissiyatını paylaşırsınız. O da nə yaxşı. Və müəyyən zaman sonra baxırsınız ki, bunu paylaşmasam da olar bəlkə. Belə şeylər də olur ki, yəni yoxsa deyirsiniz ki, yəqin yaxşı ki paylaşmışam, yəqin ki, töhfə götürürlər bundan. Əslində bu maraqlıdır. Məsələn mən bəzən köhnə postlarıma baxıram və bilirsiniz nə düşünürəm? Əslində mən bu günə qədər bunu kəş paylaşmazdım dediyim bir şey olmayıb. Çünki mənə elə gəlir ki, mən dediyim kimi də mən artıq oxuduğum kitablar falan o yaşlarda olduğuna görə, yəni belə kəskin dəyişikliyi onsuz da o yaşlarımda yaşamışdım. Məsələn, mən artıq universitetə girəndə falan artıq o paylaşımlar hamısı ondan sonradır deyə ondan əvvəlki dövrü görmürəm də. Bəlkə də məsələn mən 12-13 yaşımdakı bir şey tapsam, görsəm deyərəm ki, fərqli düşünürəm artıq. Artıq görmürəm o kontentləri. Bu təbii onsuz da 12-13 yaşında tamamilə fərqli, adekvat olmaya bilər. Düzdür. Ona görə də belə çox fərqli görmürəm. Sadəcə məsələn düşünürəm ki, böyüdükcə bir şey insanlar mənə elə gəlir, mən başa düşürəm ki, hərənin öz yolu var. O vaxt məsələn tutaq ki, mən əks fikir yazan insanlara əgər mən reaksiya verirdim, artıq elə bir mövzunun həmişə aktuallığını itirir. Onda görürsən ki, yəni o elə düşünürdü həmin vaxt. Yəni bəzən məsələn tutaq ki, sosial şəbəkələrdə paylaşım eləməyə başlayanda, məsələn Instagramda bloger tutaq kimsə olmaq istəyir, onun ən çox qorxduğu şey nə olur? Ətrafın reaksiyası. Çünki bəzən insanlar o qədər kəskin reaksiyalar verir ki, yəni mən məsələn Instagramda bəzən kiməsə yazılmış bir komment oxurum və çox təəccüblü gəlir ki, insan tanımadığı insana qarşı necə bu qədər aqressiya ola bilər ki, içində belə bir söz desin. Və sən artıq bir yerdə başa düşürsən ki, bu insan deməli özündədir də, özünə bağlı bir şeydir. Yəni o Ruminin sözü kimidir də, onun o enerji ilə verdiyi şey ona dönəcək də onsuz da. Yəni o onun fərqindəliyi olsa ki, mənim bu boşuna tökdüyüm aqressiya bir gün mənə dönər, ona eləməz məncə. Deməli o fərqindəlik onun üçün yoxdur. Onda sən artıq başa düşürsən ki, problem mənim kontentim deyil də, problem onunla bağlıdır. Ruminin başqa bir bəyəndiyim sözü də vardı. O deyir ki, baxdığın mənə, gördüyün özünsən. Yəni əslində həyat belədir də. Biz ətrafda insanlarda nəyi görürük? Özümüzdə olan xüsusiyyətləri. Məsələn, mən əgər hansısa bacarığımın yaxşı olduğunu düşünürəmsə, onu başqasında görəndə onu istəyirəm, həvəsləndirim ki, nə yaxşıdır bu. Məsələn, çox yaxşı şahmatçı ilə təsəvvür edin, siz görüşürsüz və siz çox zəif şahmatçısınız. O sizə deyər ki, sən çox pis oynayırsan, deməz. Deyər ki, mən də əvvəllər başlayanda belə idim, sonra oynadım, inkişaf elədim. Çünki insan artıq yaxşı bir yerdədirsə, o səni rəqib kimi görmür ki, o istəyir ki, sən də həvəslənəsən, nə vaxtsa o yola gələsən və onsuz da o özünün, necə deyim, özünü reallaşdırıb deyə ona maraqlı deyil də, o mənim gəlib yerimi tutar. O fikirləşir ki, mənim yerim ayrıdır, onun yeri ayrıdır. Bu da elə bir şeydir də, yəni insan zamanla öz
keçmiş paylaşımlarımıza baxsaq, ümumiyyətlə keçmiş düşüncələrimizi təhlil eləsək, keçmişdə yaxın olduğumuz insanlara baxsaq, tutaq ki, görürük ki, o mənim həmin ruh səviyyəsində olduğum bir mühit idi. İndi isə artıq mən yeni düşüncələrdəyəm və yeni bir mühitə uyğunlaşıram. O fikirlər bir-birindən nə qədər kəskin fərqlənirsə, əslində mən bu deməkdir ki, mən artıq yeni bir yolda o qədər uzaqlaşmışam da. Yəni ola bilər ki, inkişaf eləmişəm. Ola bilər ki, bəzən də ola bilər ki, təəssüf ki, bəzi insanlar da məsələn geriyə gedə bilər. Ola bilər ki, nə isə itiribdi. Ona görə də yəni keçmişdəki paylaşımlara baxanda bayaq dediyim kimi məncə səhv olmur, amma düşünürük ki, o dərs, orada bu dərsi almışam sən demə. Vacib bir dəqiqləşdirmə. Siz Instagramda da belə geniş kütlə üçün postlar paylaşırsınız yoxsa yox? Şəxsi hesabımı istifadə edirəm. Çünki LinkedIn-də daha çox belə deyim ki, Instagramda daha fərqli insanlar var. Tam LinkedIn-dən daha çox özünə inkişaf fokuslanan insanlardır. Onu soruşmaq istəyirəm ki, uzun illərdir xeyli postlar paylaşırsınız. İndiyə qədər aldığınız ən neqativ cavab nə olub oradan ki, bu nədir paylaşmırsınız? Çünki insanlar o qədər qeyri-adekvat yanaşırlar ki, bəzən gedir məsəl üçün hansısa rayonda təbiət paylaşır, deyir ki, bu təbiətdə belə maraqlı məqamlar var, siz bura gəlib çıxmaq üçün bunu eləməlisiniz. Bir nəfər də şəkil yazır ki, bunun başında daş düşür, niyə ölmür axı? Doğrudan elə şeylər görmüşük, yəni belə qeyri-adekvat insanlar sizə nəsə deyəndə, yanaşanda siz özünüzü necə toparlayırsınız bu məqamda? İndiyə qədər ən çox belə rəy aldığım LinkedIn-də bir paylaşımım olmuşdu. Əhməd Cavadın bir şeirini paylaşmışdım ki, Qız hara susmaq ara, belə bir şeiri var onun. Onun bir səsini paylaşmışdım. Və insanlar o qədər belə aqressiv reaksiyalar vermişdilər bəzilərində ki, elə belə bir rəylər var idi ki və bu çox idi ki, elə belə sözlər deyə siz qızları qudurdursunuz, elə belə olur deyə ailələr dağılıb. Elə fərqli bir yerə getmişdilər ki, mən qəribə gəlirdi ki, bu şeirdir də, yəni bu Əhməd Cavad bunu yazıbdı, bundan 100 il əvvəldə. Yəni bu şey. Bəli, və bu gün mən bunu paylaşmağım necə insanlar, yəni bu onsuz da o dövrdə də bu düşüncə olub da, niyə o vaxt olmayıb bu yanaşmalar? Yəni məncə o vaxt olubdu bu arada. Nəysə o paylaşımın altında məncə kimsə belə çox sərt bir şey yazmışdı. Yadıma gəlkən oraya silmişdim. Yəni əvvəl məsələn mən düşünürdümsə ki, hər kəsə cavab vermək lazım. Məsələn bunu artıq eləmərəm. Məsələn mən bəzi rəyləri artıq silirəm. Bəzi çox aqressiv kommentləri yazanları ümumiyyətlə blok eləyirəm. Çünki düşünürəm ki, bu insanlar artıq düşünür ki, onun elə bir haqqı var ki, başqasına belə çox sərt bir şey desin. Çünki bu belə düşünür və onun düşüncəsi o qədər düzdür. Ona görə məsələn o insanlarla artıq elə bir ki, eyni enerji səviyyəsində olmadığımı hiss edirəm. Ümumiyyətlə onsuz da silirəm o tip kontentləri. Çünki həm də o bir aqressiya da yaradır. Məsələn, tutaq ki, bəzən olur ki, kimsə mənə belə bir aqressiv rəy yazır, başqası ona cavab verir ki, niyə belə deyirsiniz falan. Yəni paylaşma altında mənə lazım deyil ki, bir problemli bir şey çıxsın. Və ən çox mənə elə gəlir ki, reaksiya gördüyüm hissə bu olubdu. Ümumiyyətlə bu tip belə qadın mövzulu bir şeylərdə mən çox görmüşəm ki, insanlar çox kəskin reaksiyalar veriblər. Məsələn, bu yaxında başqa bir paylaşım görmüşdüm. Onu mən paylaşmışdım, mən oraya rəy yazmışdım. Bu yüksəliş müsabiqəsində cəmi bir qadın qalib var idi. Bunu bir nəfər belə paylaşmışdı ki, bəs nə oldu, qadınlar yaxşı idi falan deyə. Mən dedim ki, siz iştirak eləmisiniz? Özünüz dedi, yox. Mən dedim ki, siz iştirak eləməmisiniz, oradakı prosesin, bura qədərki statistikaları heç nəyi bilmirsiniz və burada fikir bildirirsiniz. Yəni onsuz da mən sizə nəsə cavab versəm də bu bir şey dəyişməyəcək də. Orada dedim ki, məsələn artıq insanlar ilə başlayıb mənim fikrimi müdafiə edirdilər ki, rəydəki fikri və görürdüm ki, orada bir mübahisə kimi bir şey yaranır və onda görürdüm ki, LinkedIn kontentində məsələn qadın mövzusunda daha həssaslıq vardı. Təkcə LinkedIn deyil, yəni ki, bu müxtəlif filosoflarla başlayıb fikir bildirməyə yəqin ki, xəbərdarsınız. Bəli. Bundan sonra belə çox nəyə görə, yəni hələ də bu mövzular aktualdır, maraqlıdır əslində. Mənə elə gəlir ki, bu həmişə insan var olduğu müddətcə olacaq. Çünki məsələn Dan Brown'un bir əsəri vardı, Da Vinci şifrəsi. Orada qeyd eləyir ki, yəni kilsənin dövründə olan hadisələrdən danışır. Deyir ki, kilsə o vaxt doğum sancısı çəkən qadınlara ağrını kəsəcək bir vasitə verməyə qadağan eləmişdi. Çünki o düşünürdü ki, bu Adəmin və Həvvanın başına gələn hadisədir. Yəni Həvvanın onu inandırıb almanı yedirtdiyinə görə bütün qadınların çəkdiyi əzabdır və bunu heç kim azalda bilməz. Yəni təsəvvür edin ki, bu hadisələr, yəni kilsə dövrünün, kilsəni idarə etmə dövründə onlar inanıblar ki, qadın o qədər pisdir ki, bunun nə qədər əziyyət çəkməyi o qədər yaxşıdır da, öz cəzasını da çəkir. Yəni elə bilirəm ki, bu tarixin müxtəlif mərhələlərinə baxsaq görərik ki, qadınlar həmişə əziyyət çəkib də. Yəni bu belə bir çox qəribə bir formada. Məsələn, İslam haqqında biz danışanda deyirik ki, İslamın əvvəlki cahiliyyət dövründə qızları diri-diri bastırırdılar. Məsələn, həmişə belə bir qadına qarşı bir aqressiya olubdu və nəzərə alanda ki, Azərbaycan xalqı çox belə fərqli təsirlərlə olub tarix boyu. Yəni bizdə ərəb təsiri də olubdu. Nə bilim, Səlif yürüşlərindən baxsaq biraz kilsəndə əslində təsiri olubdu. Bizim o qədər çox qarışıq bir düşüncə vardı ki, yəni mənə elə gəlir ki, bu təbiidir.
Amma insanlar onu biraz dinginləyə bilər də fikirlərini. Buna hamını açıq demək, bunu çox düzmüş kimi hamıya demək mənə qəribə gəlir. Ümumiyyətlə qadın kişi mövzusu məncə insan var olduqca olacaq. Çünki burada kəskin fərqlər görür bəzi insanlar, bəziləri heç bir fərq görmür və o kəskin fərq görən də bilir ki, o çox düzdür. Heç bir fərq görməyən də bilir o çox düzdür. Və arada bu iki fikirdə də yaxşı pis tərəfi görən insanlar olur, daha neytral baxan məsələyə. O insanlar da qəbul görmürlər. Çünki bir tərəf deyir ki, sən mənim fikrimə necə səhv deyə bilərsən, o birini tamamilə pis edən. Niyə deyirsən ki, orada da düz tərəf var? Ona görə belə bu mövzu məncə həmişə davam edəcəkdir. İstəyirəm növbəti sualda artıq yalnız həm cinslərinizi ixtibار eləməyəsiniz. Müəyyən mənada. Deməli, emosional zəka ilə bağlı bir test etmişdiniz, onu paylaşmışdınız. Xüsusilə sizlə bu inkişafla bağlı söhbətləri, kitab oxumaq, film izləmək çox xoşlayıram sizinlə müzakirə etmək. Çünki əvvəlki qonaqlarda çoxsu öz karyerasına fokuslanıb, ancaq yeni biliklər və yəni vaxt ayırmırlar. Bu mənada onu soruşmaq istəyirəm ki, emosional zəka və burada enneagram test etmişdiniz, səhv etmirəmsə. Bunun hansı faydalarını görürsünüz? Necə bir şeydir bu tam olaraq? Bu enneagram yəni insanı 9 kateqoriya üzərində bölən bir 9 temperament. Bəli, N sözü elə oradan gəlir orada. Nine sözü də ingiliscə oxşuyur da N-yə. Demək ki, 9 tip üzərindən bölür və o tipləri də öz arasında bölür ki, orada 3 əsas tip olur da. Məsələn, insan emosiya ilə hərəkət edən, ağılla hərəkət edən falan belə tiplər üzərində bölünürdü. O testi eləyəndə məsələn mən nəyin fərqinə vardım? Fərqinə vardım ki, məsələn, mənim əslində emosional cəhətimin inkişaf eləmiş olduğunun fərqinə vardım ki, əslində mən o meylli bir insan olmuşam və həyatımın əksər hissəsini mühəndislik və daha ciddi bir sahədə olmuşam, hansı ki, ağılı daha çox inkişaf elətdirən, istifadə edən bir şeydir də. Savadlıdır. Ağılı əslində ağılı inkişaf etmək üçün çox tərəfli olmaq lazımdır. Düzdür, ağıl əslində intellektə bağlasaq əgər, yəni riyaziyyat yönümünü oradan götürə bilər. Amma ümumiyyətlə savad deyək, bilik deyək, bizim dediyimiz bilik anlayışı daha çox oradaydı da. Yəni məsələn, tutaq məktəb vaxtı biz düşünürdük ki, ədəbiyyat və riyaziyyat arasında məncə bütün müəllimlər düşünür ki, riyaziyyat daha önəmli fəndir. Yəni o vaxt bizdə axı belə bir fərq var idi. Məsələn, mənim yadıma gəlir ki, bizdə bədən tərbiyə dərsi olurdu. Biz orada lövhəyə vurma cədvəli yazırdıq. Yəni həm bütün dərslərdə elə bilir, məsələn, tutaq ki, bir dərs boş olurdu. O dərsdə biz riyaziyyat eləməli idik mütləq. Müəllim gəlməyib bu dərs riyaziyyat dərsinə çevirdi. Biz riyaziyyatı çox önəmli görürdük. Amma elə bil məktəb sistemində o bölgü yox idi da, sən nəyi sevirsən. Məsələn, mən özüm deyirəm ki, mən mühəndislik sahəsində oxumuşam. Mən qəbul imtahanında birinci qrupda yüksək bal yığmışam. Məsələn, mən heç vaxt riyaziyyatı çox dərindən sevməmişəm. Məsələn, mən bəzən öz qrup yoldaşlarımla danışırdım. Riyaziyyata dərin bir sevgiləri var idi da, onların ki, dəhşət maraqlı. Məsələn, mən heç vaxt riyaziyyatı elə sevməmişəm. Mən riyaziyyat maraqlı gəlib mənə, amma elə sevgi ilə bağlandığım bir fən olmayıb tutaq ki. Amma elə bir bunu eləmişəm necəsə. Bu enneagram testində onu gördüm ki, amma mən riyaziyyatı əslində heç sevəcək tip insan da deyilmişəm də. Yəni mən core value dediyimiz olaraq da mən də onsuz da o tip yaranmamışam elə bil ki. Orada biz testdən sonra konsultasiyada görüşmüşdük. Mənə belə izah edirdilər ki, elə bil ki, bir dənə düşünün ki, bir toxum var. O toxum bizim tipimizdir, əsl tipimizdir. O əkilir, ola bilər ki, o ağac böyüsün, yaxşı şəraitdə inkişaf eləsin. Ola bilər ki, məsələn, balaca qalsın, neynəsin, toxum eyni qalır. Yəni, əgər o alma ağacıdırsa, orada alma ağacı çıxacaq. Amma o alma cır almadımı, daha böyükdürmü, qırmızıdırmı, yaşıldırmı, sarı, bunlar artıq dəyişir. Mühit, ətrafdakı başqa faktorlar, bizim doğulduğumuz ailə, məktəb, biz nəyi seçirik, bu seçimlər onu formalaşdırır, amma günün sonunda o alma həmişə alma qalır, düzdür? O da onu tapmağa çalışırdı ki, enneagramdakı o alma, bizim əsas o 9 tipdən biz hansıyıq ən dərində olaraq. Belə bir test idi. Mənə çox maraqlı gəlmişdi yanaşması. Çünki mən oraya yüksəlişim bu il mən yarımfinalçısı idim. Ondan sonra getmişdim. Çünki mən düşünürdüm ki, o yüksəliş onsuz da o prosesin içində də mən düşünürdüm ki, mən özümə daha çox tapmağa ehtiyacım var. O aspektdən mənə elə bir kömək eləmişdi ki, wow, bu maraqlı bir yanaşma idi ki, mən ən dərində, ən güclü olduğum cəhət nədir və onu inkişaf elətdirim. Növbəti sual məsələ ilə bağlı idi ki, yüksəliş müsabiqəsinin yarımfinalçı olmaq hissinə qatdı. Ümumiyyətlə bura qatılanda, yəni iştirak edəndə əsas məqsəd nə idi orada? Yüksəlişdə mən birinci il iştirakım idi. Və mən əslində imtahana qatılanda ümumiyyətlə yarımfinala çıxacağımı düşünmürdüm. Bunu tam səmimi deyim ki, mən heç bilmirdim proses necədir çox. Yəni dünya görüş falan bu mərhələləri bilirdim, amma növbəti mərhələləri bilmirdim. Çünki onlar həm də dəyişirlər. Məsələn, emosional zəka bu il birinci dəfə idi var idi. Elə bil ki, mərhələlər keçdikcə artıq mənim məqsədim daha çox irəlidəki prosesi görmək idi. Çünki bu mərhələ maraqlı gəlirdi sənə ki, növbətiyə keçirdin ki, aha bu necədir görəsən. Milyonlar şousundakı veriş oxşadı. Orada 10.000 manat sualı görmək. Artıq istəyir ki, sanki ondan sonrasını görəsən, o his gəlir sənə.
Məsələn, mənim üçün orada ən maraqlı özüm üçün nələri öyrəndim. Birinci, məsələn, mən verbal təhlildə 100 baldan 100 bal yığmışdım. Bu mənim üçün məsələn özüm üçün də gözləmədiyim bir performans idi. Məsələn, mən orada fərqinə vardım ki, bu mənim bayaqdan dediyim həyat boyu elədiyimiz şeylər necə gətirib bizi harasa çıxardır. Məsələn, mən həmişə kitab oxuyurdum, amma bilmirdim ki, bu məni bu cəhətdən inkişaf elətdirə bilər. Çünki mən heç vaxt Azərbaycanca belə bir testə girməmişdim. Məsələn, IELTS-də tutaq ki, reading deyə bir test var. Biz ingilis dilində bunu eləmişik. Mən heç vaxt Azərbaycan dilində belə bir testə girməmişdim və gördüm ki, belə bir test mövcuddur və sən orada öz oxuduğun, öz dilindəki mətni nə qədər anlayırsan. Bəzən biz heç anlamırıq öz oxuduğumuzu. Bu mənə çox maraqlı gəlmişdi və orada da 100 yığanda məsələn mənə çox fərqli gəlmişdi ki, mən deməli anlaya bilirəm oxuduğumu. Sonra növbəti mərhələ emosional zəka idi tutaq ki, məsələn o mənə çox maraqlı gəlmişdi. Orada bizə emosional zəkadan sonra bütün iştirakçılara özəl bir report kimi bir şey hazırlanır. Orada məsələn reportda sənin haqqında bir şeylər yazılır. O mənə çox maraqlı gəlmişdi ki, elə bil ki, bu psixoloji bir analiz eləmiş kimi bir şey idi də. O testin nəticəsində də sən deyirdi ki, sən nəyi daha tez tuta bilirsən ətrafında. Məsələn, orada suallar var idi ki, kimsə oturub, məsələn 5 nəfərlik bir iclasdır. Hər adam bir hərəkət eləyir. Biri məsələn stulunu arxaya verir, biri çox həvəslə qulaq asır falan. Səndən soruşurdu ki, səncə o nə hiss eləyir? Məsələn, biz ətrafı nə qədər o aspektdən baxırıq ki, görəsən o indi nə hiss eləyir. Bu aspektləri qiymətləndirmək cəhətdən bu da mənim olduğum ilk dəfə idi belə bir testdə idi və çox maraqlı gəlmişdi. Və mən yarımfinal mərhələsində sonuncu iştirak elədim. O isə tamam başqa bir təcrübə idi. Çünki orada fərqli adamlarla, fərqli кейslər üzərində çox gərgin formada gedirdi proses. Ona görə də yəni özünü çox fərqli tərəflərdən tanıyırsan. Məsələn, birinci ona görə ki, mən dediyim kimi başlayanda heç iddialı deyildim. Çünki mən ümumiyyətlə düşünmürdüm ki, mən mühəndisəm, yaşım azdır. Orada 2 il iş təcrübəsi olmalıdır. Mən yüksəliş qeydiyyatdan keçəndə mənim 2 il 4 ay falan təcrübəm var idi onsuz da. Yəni çox az idi düşünürdüm təcrübəm. Mən yarımfinalda birdən belə özümü tapdım və gördüm ki, mən bura gəlmişəm. Birinci mənə özgüvən verdi. İkinci gördüm ki, iş proseslərindən, yəni işdə bizim öyrəndiyimiz şeylər əslində nə qədər önəmli olur bəzi yerlərdə. Məsələn, tutaq ki, orada mən görürdüm ki, bu tip кейsləri mən görmüşəm işdə. Çünki mən artıq layihələr idarə edəndə avtomatik sən fərqli insanlarla görüşürsən. İnsan tiplərini artıq müəyyən qədər görə bilirsən ki, o tip insanlar necə bir şey gözləyir, bu tip insanlar necə bir şey gözləyir. Məsələn, mən orada hiss edirdim ki, işimin mənə qatdığı dəyərlər çox böyükdür. Bu tip fərqindəliklər yaşadım daha çox. Yəni hiss elədim ki, belə deyim də, bütün o elə bil ki, bir stakan var. Bura fərqli-fərqli biz vaxtlarda nəsə tökürük və o bir yerə gəlib çıxır. Biz o vaxt düşünmürük də o bir damcı nəsə rol oynayacaq, amma gəlir harasa aparır səni. O hissi yaşamışdım orada daha çox. Çox sağ olun, belə bölüşdü, təfərrüatlı və elə etdiyiniz tövsiyələrlə bağlı da bir məqam, bir paylaşım diqqətimi çəkmişdi. Ümumiyyətlə son vaxtlarda bu qeyd etdiniz, yəni ki, uzun videolara baxmaq, uzun yazını oxumaq bizim üçün çətin gəlir. Ümumiyyətlə fokuslanmaq, diqqət əskikliyi problemləri çoxdur. Bunların fonunda sizin tövsiyəniz maraqlı idi. Bəzən heç nə etmədən sakitcə oturmaq və sadəcə ətrafı müşahidə etmək. Mən bunu Sinan Canan'da eşitmişəm. Default Mode Network. Bu əməlli başlayan izah edir ki, bu necə işləyir bizdə və siz bu, yəni hansı kitabdan oxumuşdunuz, necə görmüşdünüz və necə tətbiq edirsiniz? Məncə bu necə bir şeydir? Məsələn, mənim bir qohumum var idi. Onun belə gərgin anxiety dediyimiz bir problem yaranmışdı onda. Ona elə bir psixoloq belə bir tövsiyə vermişdi ki, elə çox gərgin olanda başda 300-dən 4 çıxmağa. Sonra 296-dan 4 çıx, sonra 292-dən. Belə-belə artıq sənin fokusun başqa bir yerə yayıldığı üçün sən artıq o həmin vaxt anxiety insan niyə gəlir? Qorxu, ölüm qorxusu, itirmək qorxusu, gərgin qorxulardan artıq uzaqlaşırsan, çünki sənin fokusun başqa yerdədir. O vaxt onu deyəndə mənə çox maraqlı gəlmişdi ki, bu fərqli bir metodologiyadır da. Mən bunu heç vaxt tətbiq eləməmişəm düzdür, amma mən bunu elə bir araşdırmağa başladım və bu mən belə bir paylaşım eləmişdim. Elə yəqin ki, siz də ondan danışırsınız ki, yəni bəzən biz o qədər qaça-qaçın içində oluruq ki, nəyi niyə elədiyimizi də unuduruq da. Sadəcə elə bir ki, eləməliyik. Onda elə bir ki, elə anlarda, məsələn, mən özüm də bəzən eləyirəm və dayanıram və düşünürəm ki, indi mən nəyi eşidirəm? Məsələn, eşidirəm ki, indi çöldən maşınların səsi gəlir, çox az. Hardasa nə bilim, havalandırma sisteminin səsi gəlir. Yəni mən danışanda onu hiss eləmirəm. O proseslər elə bir ki, itir bu ümumi mənzərədə. Amma biraz dayananda sən hiss eləyirsən ki, mən nəyi eşidirəm, nəyi hiss eləyirəm, nə iyi gəlir burnuma. Məsələn, biz bəzən o iyi kəskin olmadığı müddətcə məsələn heç onu hiss eləmirik. Nə bilim, o hisslərimizi elə bir o qədər arxaya atırıq ki, bəzən. Fərqindəlik itirmiş yəni birinə. Bəli. Bu bir dənə kitab var, Slow Thinking, Fast Thinking də. Yəni beyin istəyir ki, biz artıq
müəllif deyəsən. Ola bilər. Ondan çıxıb əslində. Amma eşitmişəm o kitabı. Bəli, o kitabda da var ki, yəni insan necə baxır həyata. Biz istəyirik ki, tez belə də beynimiz istəyir ki, biz tez-tez hərəkətlər eləyək də, bu oldu eləyək, düşünmədən. Çünki beyin istəyir ki, öz enerjisini qorusun. Okay, beyin cəhətdən bu haqlıdır. Amma bu düşüncə artıq bizi biraz robotlaşdırır da. Mən də bilirəm ki, səhər durmalıyam, bunu eləməliyəm. Və bəzən görürük ki, biz məsələn adamın özünə gülməli gəlir ki, əlində telefon olurlar, məsələn telefon axtarır. Çünki mən deməli o qədər özümdən uzağam ki, əlimdə nəyi hiss elədiyimi unutmuşam da artıq. Elə fokusum ancaq axtarmaqdadır. Heç bilmirəm ki, mən əlimə axı indi telefon toxunur, telefonun formasını bilirəm, hiss eləyə bilirəm ki, əlimdədir, amma onu belə unutmuşam. Necə olur bu? Deməli biz o qədər düşünürük ki, sürət olsun həyatımızda. O yavaşlamağını unuduruq. Məsələn tutaq ki, indi Instagram, YouTube, TikTok kimi. Sonra dedikdə TikTokdan onlar götürdülər bu qısa videoları və elə bir şey yarandı ki, biz elə bilirik ki, hər şey tez olmalıdır və nəticəsi olmalıdır. Mən indi görürəm ki, bəzən bir videoya baxıram, çox maraqlıdır. Görürəm ki, bu çox belə dərin bir mövzudan açıram. Mən görürəm ki, mən ona baxacaq səbrim olmur, və qabağa verməyə başlayıram. Ya mən hətta biz bir-birimizə səs atırıq, orada belə səsləri sürətləndiririk ki, öz tanışlarımızın səsini 2x-dən qulaq asırıq. Əslində normalda bizim belə bir seçimimiz yoxdur da. Mən kimdənsə oturum deyim ki, sürətli biraz danış, mənim səbrim yoxdur. Bunu eləmirik. Amma o mənə səs atır, mən onu görün texnologiya bizə nə qədər səlahiyyət verir ki, mən onun səsini sürətləndirirəm ki, mənim vaxtımı çox alma. Və belə biz o qədər alışırıq ki, bir güc bizdədir. O hissi biz çox alırıq. Ona görə ki, o yavaşmağı unuduruq və ona görə həyat bizi birdən-birə bir çətin bir situasiyaya salanda şoka düşürük. Necə, yəni güclü mən deyildim. Yəni necə məsələn tutaq ki, ona görə insanlar tıxacda qalmaq o qədər dəhşətli bax. Necə, yəni mən gedə bilmərəm də. Mən burada məcburam qalmalıyam. Maşını yolun ortasında saxlayıb gedə də bilmərəm. Mən məcbur burada qalmalıyam. O hiss artıq insanlara daha dəhşətli gəlməyə başlayır ki, səlahiyyəti mən itirdim də artıq. Ona görə mənə elə gəlir ki, arada belə dayanmaq, İnsanın özünü insan kimi qəbul eləmiş olması çox lazımdır. Yəni biz robot deyilik, biz insanıq, bizim hisslərimiz var, fiziki ehtiyaclarımız var. Yəni məsələn yüksəlişdən danışdıq. Biz yüksəlişin ikinci günü idi, daha doğrusu birinci gün açılışı idi. Biz yəni mərhələlərlə belə uzanmışdı biraz. Və yadıma gəlir ki, saat təxmini 3-4 arası idi. Biz belə dedilər ki, yemək fasiləsi. Biz birdən belə baxdıq ki, heç kim ac deyil də. Yəni o qədər prosesin içindəyik ki, biz əsas bir ehtiyacımızı unutmuşuq ki, biz əslində acırıq normalda. Mən bundan normal günlərdə mən nahara tutaq ki, 12-də 1-də çıxıram. Mən fərqində deyiləm ki, mən 2 saat əslində yemək yeməli vaxtımdan keçmə. Mən heç acılıq hiss eləməmişəm, çünki mən o qədər prosesin içindəyəm. Yəni o bir günlük yarışda biz bunu eləyə bilərik. Amma davamlı olaraq həyatda insan öz ehtiyaclarını bu qədər uzağa qoyması heç də yaxşı şey deyil. Məsələn, mən eşidirdim ki, yaşlı nəsildən belə fikirlər ki, mən 40 il işləyirəm, məzuniyyətə çıxmamışam. Bunu fəxrlə deyirdilər. Əslində bu heç də yaxşı bir şey deyil də. Yəni niyə çıxmamısan? Çıxardın. Yəni nəyə dəyər ki, sən öz sağlamlığına qurban verirsən? Ona görə də yeni nəsil məncə yeni ideologiyalarla gəlir artıq ki, mən biraz bəzən dayanmalıyam. Mən də insanam. Mən özümü daim uğur arxasınca aparmamalıyam. Nə istədiyimi də bilməliyəm. Sanki podkast indi başlayır. Biz artıq yekunlaşdırırıq. Bəli. Kimya mühəndisliyin çox şaxəli tərəflərindən, istiqamətini danışmaq istəyirdik. Amma xoşbəxtlikdən söhbətimiz özü çox şaxəli baş tutdu. Çox sağ olun ki, iştirak etdiniz. Öz dəyərli fikirlərinizi bölüşdünüz. Minnətdarlığımı ifadə edirəm. Çox sağ olun. Mən də podkast başlayanda yəni heç düşünməzdim ki, söhbət buralara gələcək. Məncə sizin verdiyiniz suallar çox yaxşı idi. Siz çox yaxşı dinləyici kimi fikir çıxartmağı bacardınız. Ona görə də söhbət bu tərəflərə də gəldi. Məncə bu dinləyənlər üçün maraqlı olar. Çünki mən düşünürəm ki, bugün məsələn mənim əgər bəzən belə suallar olur, 18 yaşındakı özümə nə məsləhət verərdim? Mən elə o məsləhəti verərdim ki, çalışıb yeni fikirlərə açıq olmalıdır. Çünki bir şaxədə çox inkişaf eləmək yaxşı bir şey olsa belə, o balansı itirəndə sən o şaxədəki o dərinlikdə itirsən bəzən. Ona görə də çalışıb daha çox yeni mövzulardan maraqlanmaq lazımdır ki, mən mühəndis ola bilərəm. Çox yaxşı, çox uğurlu mühəndis ola bilərəm. Məsələn, insan olaraq, mən özüm olaraq, mən Fidan olaraq məsələn, özümü harda hiss eləyirəm, necə hiss eləyirəm, sağlamlığım, nə bilim, həyata baxışım, emosiyalarım, bunlar hansı səviyyədədir? Bunu da arada düşünmək lazımdır və ona görə də məncə bu dinləyicilər üçün yeni bir perspektiv verə bilər. Çox sağ olun bu şərait yaratdığınız üçün. Təşəkkür edirəm.